Demək ki, nə edirik? Bu bizim tələbə qəbulun bir proqramıdır. Bu minimumdur. Yəni bu deməkdir ki, buradakı şeyləri uşaqlar hamısı bilməlidir. Biz necə eləyəcəyik? Necə eləyəcəyik? Başdan başlayıb danış-danışa gedəcəyik. Biraz uzundur. Çalışacaq bu gün çatdıraq. Olmasa sabah səhər də zaten bir kampımız var. Onda da qalan hissəsini bitirəcəyik. Nəyi deyirəmsə, yəni ki, əməkçiləri qeyd eləyək. Sual soruşana cavablaya bilərik. Amma çox belə hara yaşıq ortalıq olmasın deyə bir nəfər desə bəs eləyir. Yəni yarışma kimi eləmirik. Demək ki, burada belə bir dənə birinci bu ilə başlayaq. Ümumiyyətlə 5 dənə standart var. Yəni deyim səndən 5 şey soruşur. Bunlardan birincisi zaman anlayışı. Yəni hər hansı bir şeyin harda olduğunu biləsən, nə zaman olduğunu. İkincisi məkan anlayışı var. Yəni harda olduğunu biləsən. Üçüncüsü hər hansı bir hadisənin bir dövlətə aid və ya dövlətdən daha öncədə olduğunu biləsən. Dövlət anlayışı. Dördüncüsü şəxsiyyətin, məsəl üçün, dövlət hakimiyyət dövrüdür və ya da ki, hər hansı şəxsiyyətə aiddir biləsən. Beşincisi mədəniyyət, incəsənət, bu sahələr aid edən sahələrdir. Demək ki, burada da onu deyir ki, bunu öyrənməlidir uşaq. İndi gedək görək nə var. Biraz yaxınlaşdırım ekrana, siz balaca atıb baxa bilərsiniz. Azərbaycan tarixi. Bu da məsələn tarix elminin yönləri, nə bilim ki, tarixin inkişaf mərhələləri. Məsəl üçün arxeologiyadır, nə bilim ki, qazıntıdır, sonra nə bilim xronologiyadır, xronos, logos falan belə şeylər öyrənirik. Tarixin inkişaf mərhələlərini uşaqlar çox vaxt qarışdırırlar. Bu da bir dənə birinci belə qeyd qoyaq. Demək ki, ilk dövr ibtidai icma adlanır. Burada hər kəs bərabər yaşayır. Nə vaxt ki, bərabərsizlik var, onda biz deyirik ki, ilk yaranan olacaq quldarlıq quruluşu. Quldarlıqdan sonra deyirik ki, bizə lazım olacaq nə? Üçüncüsü feodalizm. Feodalizmdən sonra lazım olacaq bizə nə? Demək ki, nə məsələləri? Demək ki, yeni dövrə aid olan kapitalizm falan oldu. Belə. Demək ki, tarixi mənbələr deyə belə bir anlayış var. Bu ilə bağlı çox məlumat yoxdur. Nəqdə heç vaxt sual düşmür. Tarixi mənbələri iki yerə bölürük əsasən. Şifahi mənbələr, məsələn, maddi mənbələr, görüntü belə deyim, bu şəkildə ikisi öyrənirik adətən məsəl üçün biz. Amma bunu biraz daha şeylər də var. Məsəl üçün nə var? Deyirik ki, görüntülü mənbələr var, yazılı mənbələr var. Aydındır? Misal üçün bizim öyrəndiyimiz daha çox belə deyək də tapıntı kimi şeyləri öyrəndik. Bunları bildik. Uşaqların ən çox çətinlik çəkdiyi şeylərdən birisi nədir? İl hesabıdır. Sizi deyim necə aldadacaq? Nə gedək oradan danışaq. Yəni boş yer tapaq, buradan görüb boş yerimiz var, bir dənə boş balaca bir dənə yer tapaq. Demək ki, birinci məsələlər budur ki, məsəl üçün eradan əvvəl, məsəl üçün birinci əsrin yazacaq ki 30-cu illəri. Yəni sizə nəyi soruşur əslində? Elə 30-cu illəri soruşur. Yəni birinci əsrin 50-ci illəri nəyə soruşur? Elə yəni 50-ci illəri soruşur. Bir bu. İkinci məqam odur ki, əvvəl belə soruşurdu. Ta ki soruşurdu ki, məsəl üçün filan ildə bütün illə bağlı olan testləri dəyişdirib giriş hissəsini əsrlə veriblər. Misal üçün yazmayacaq sənə məsəl üçün 1667. Yazacaq ki 18 17-ci əsrin 60-cı illərinin neçənci yarısı? İkinci yarısı. Çünki nə deməkdir bu? Yəni 1660 neçə deməkdir? 7 deməkdir. Bu sözlərə diqqət edin. Üçüncü aldatma şəklindədir. Biraz daha çox aldadaq deyəsə olsa. Bunu yarım nə yox, əsr rübnə verəcək. Rüb neçə əsr demək? Nə qədər vaxt demək demişdik? 25 il. Və bu neçənci rüb olacaq 1667? 17-ci əsrin neçənci rübüdür? Üçüncü. Üçüncü qrup. Bu sözlərə diqqət edin lütfən. Yəni birinci qrup, ikinci qrupunu götürüb ikinci yarısı oxumayın, okey? Yəni bir və ikinci qruplar birinci yarıya aiddir. Üç və dördüncü qruplara aiddir. Demək ki, bu da dedik ki, hara aiddir? Demək ki, ikinci yarısı. Bir də bu sözləri saxlayırıq. Yəni birinci il daxil, 100-cü ildə daxil olmaqla birinci əsrdir. Eyni qayda. Məsəl üçün 1801, 1900-də daxildir. 1900-də olacaq nə? Deyirik ki, 19-cu əsr. Elə ki, 19 əsr nə deməkdir? Vur 100 deməkdir. Oldu? Bu da belə. Zamanı bildik. Demək ki, zamanla bağlı sual gələcək. Okay? Ən azı bir dənə sırf xronologiya sualı. Xronologiya suallarını biraz çətinləşdirmək üçün nə ediblər? Xronologiya suallarını açıq sual eləyiblər. Məsəl üçün 26-cı, 27-ci sual eləyiblər. Bunu nə edirik? Yadda saxlayırıq. İkinci məqam nədir? Məsəl üçün deyir ki, eyni tarixi dövrdə və məsələn mən bu gün səhər 2025-in modelinə baxdıq. Gördük ki, nə edir? Hansı bir dövlət olan dövrdə, hansı tarix prosesi olan dövrdə deyə düşür suallar. Ən az bir iki dənə də elə sual gözləyirik. Nə oldu? İl hesabı söhbətini qoyduq cibimizə. Demək, ibtidai icmadan necə sual gələcək? İbtidai icmadan mətn verəcək. İki variantımız var. Ya mətn verəcək, çətin olan deyirəm. Mətn verir. İki mətn arasındakı dövrləri tapırsan, ya ikisi arasındakı dövrü tapırsan, mətn oxudun, insanlarla o həyata keçdi, ora bura falan. Və ya məsələn, sonra nə oldu? Altda da verir, nə bilim, insanların həyatında
Hatta ki ictimai baxımdan iş əkinçilikdən ayrıldılar falan. Bildik ki, artıq nədir o? Məsəl üçün neolitlə erkən tunc arada baş verən şeyi soruşur. Yəni məsəl üçün səndən nəyə soruşur? Eneolit soruşur. Bir variant budur. Yəni çünki uşaqların çoxusu mətni ya oxumur, ya da oxuyanda deyir ki, yəni uzundur, yəni səhv edəcəm. Ona görə ələnir çoxusu. İkinci məqam nədir? Çətin olma variantı. Xəritə ilə verir, abidəni soruşur, uşaqlar çaşırlar. Lap üçüncü çətin forması isə nədir? Məsəl üçün belə var, məsəl üçün bu Dimin toplusunda bu sualları biz işləmişdik. Necə idi? Deyirdi ki, məsəl üçün bu dövrlə bu dövrün oxşar, bu dövrün isə onlardan fərqli cəhəti. Bu cümlələri oxumaq üçün sadəcə diqqət və səbir lazımdır. Yəni nəyi nədən fərqləndiririk, nəyi nə ilə oxşadırıq deyə düşə bilər. Gəldik bura. Ən çox işlənənləri deyirik. Məsəl üçün bu azıq adamı falan verilir. Bu da çox asandır. Amma məsəl üçün bax neolit inqilabı, neolit dövrün abidələrini mütləq bilək. Nə demişdik? Kim bilir? Atabəydə Kamil Təpə, Tovuzda Göytəpə. Bəli, Kamil Təpə, Göytəpəni bildik. Bunu qoyduq cibimizə. Nə bilim, sonra məsəl üçün deyə bilər ki, bizə məsəl üçün Tunc və Dəmir dövrləri falan. İbtidai icmanın tənəzzül məsələsi necə oldu? Bərabərsizlik yarandı, tənəzzül oldu. Bu belə, buranı bildik. Məncə ibtidai icma ilə bağlı Azərbaycanda çox az uşaq səhv yazır. Genəldə yazırlar. Yəni bir hazıra gedibsə bütün cümlələri bilirik orada. Məsəl üçün ki, nə bilim, şey necə oldu, nə bilim, süni otaqda yarandı falan. Bunlar hamısı göpologiya elmidir. Aydın. Ümumiyyətlə ibtidai icma quruluşu yəni göpdür məncə. Yəni belə tam belə dəqiq deyil. Yəni sallamasyon sadəcə kitaba yazılan öyrənirik. Məncə tam belə olmayıb. Yəni məncə elə ağıllı insandan başlayıb insanlar, nə bilim, homo habilis, mabilis, bunlar göpologiya elmidir. Ona görə burada bizə asılmış kitaba yazılan sualın cavabını tapmaq. Bu yəni bitirdik. Bu hissəyə gəlir. Burada demək ki, bu erkən dövlət qurumları məsələsində bax Arahtaya diqqət eləyin. Arahtda ilk yaranan 3-cü minilliyin birinci yarısıdır. Demək ki, 2 ildir modeldə bunlardan sual gəlir, amma qəbulda heç işlənməyib. Yəni demək olar 2019-dan bu yana bunlarla bağlı heç sual yoxdur. Anladın? Demək ki, Arahtda ilk yaranandır. Kuti bunların içində ən məşhur olan nə etmişdi Kuti? Mesopotamiyada orada 100 son il qoydu. hakimiyyətdə olmuş, tamam. Demək ki, Kuti-də belə getdi. Yəni, Lullubi, Kuti ikisi də Akkadla döyüşüb falan, o yan bu yan. Məsəl üçün, Kutilərlə bağlı bu düşə bilər, nə bilim, bunlar Dağ əjdahası söhbəti, bunlar sabitlik dövrü yaratdılar, bunlar Akkada son qoydular, nə bilim, nə. Demək ki, ibtidai icmadan bir sual gəlir. Qədim dövlətlər dediyimiz, bax, bu bölmədən, bax, buradan, bura qədər hissədən bir sualda, minimum bir sual buradan gələcək. Anladın? İndi gəl ki, Manna ilə. Mannadan çaşdırsa nə soruşacaq səndən? Onu deyirəm. Demək ki, Mannada əraziləri azad edənlər kimlər demişdik? Mannada azad edənlər dedik ki, demək ki, a, Sonra İranzu, məsələn, Ullusunu, bir də kim? o Ali Uali azad eləməyib. Demək ki, 3 dənə adam ərazi azad edib. Birisi İranzu, demək ki, Ullusunu, eləmi? 2 dənə adam ərazi azad edib, 2 dənə. İranzu ilə Ullusunu. 2 dənə bitdi. Ee, Birisi Eradan və 735-də, digəri isə Eradan və 714-də. Mən deyirəm ki, Eradan və 735 imtahan əsasında uşaqların çoxusu tapmaz. Öz onu necə salaq deyirəm? Deyirəm ki, salaq Eradan əvvəl 8-ci əsrin demək ki, neçənci yarısı? İkinci yarısı kimi. Çünki 735 adam yadına gəlməz. Və ya da belə salaq, yazaq İranzunu qoyaq bu tərəfə. Bu tərəfə də yazaq ki, Ullusunun oxşar cəhəti adam tapa bilməsini istəyirik də. O zaman nəyə soruşa bilər? Deyər ki, işğal altında olan Manna torpaqlarının azad edilməsi. Bu belə. Sonra nədir? Demək ki, ilk müqavilə Azərbaycan tarixində hansı hesab olunur demişdik? Qadeş. bir dakika. Sirdakka. Kardeş ümumiyyətlə dünyada ilk sayılır. Demək, sirdakka, sirli bir dakika. İki dənə şərt var. Xəracı ver, torpağı al. Xəracı ver, torpağı al. Yəni torpağı almağa kömək et. Bax, bizdə nə soruşur? Demək ki, Manna harda yerləşir? Dövlətin yaranması 9-cu əsr, necə idarə olunur? İrsi keçir, quldar dövlətdir, falandır filan. Əsas başlıq nə imiş? Xarici siyasət. Aha, xarici siyasətdə nəyə diqqət elədik? Bir Urartu məsələsinə. Urartu meyilli olan bir dənə ullusunudur. Urartu uldusunu. Deyə bilər ki, Mannanın Urartu meyilli olmaq istəyən canişinləri nəyə çalışırdı? Ölkəni bölməyə. Oldu. Məhz Assuriya ilə münasibəti olan Mannanın ölkənin birliyini qorumağa. Bu sözləri yadda saxlayaq. Bir də belə bir sual ola bilər. Məsələn, müstəqil olan Manna hökmdarı kim idi? Müstəqil siyasət. Ahşeri. Ahşeri. Ah, yazık oldu sana. Deyir ki, Ahşeri. Ahşeri hansı ölkələrlə müttəfiq olub? İskitlerle. İskitlərlə də kimlə bir də Midiya ilə də müttəfiq olub. Midiyada kimə köməyə gedibdi?
Kiyaktar. Aşağı qarşı. Demək ki, Kaştaritiya. Demək ki, Ahşer ilə bağlı. Bax bunu çox adam bilmir. Ahşeri demək kimə köməyə gedib dedik? Kaştaritiya. Sonra bir dənə də çətin sual soruşuram, nisbətən çətin. Deyir ki, Aşura hücum eləmiş Manna hökmdarı kimdir? Akşehir. O da Ahşer. Ahşeri. Ahşer, süpersiniz Ahşer. Bir də biraz daha çətin sual soruşuram. Deyir ki, Aşuru işğalı və Aşuru süqutdan qurtaran iki hadisə nə oldu? O 7-ci əsrin 50-ci illərində. Şifakan. Nə? Kimi və Türklərlə yaxınlaşması. Və İskitlərlə ittifaq. Bir də kimin ölməsi? İşbakayın ölməsi. Bunu lütfən diqqət edin. Çətin sual olsa məncə bu olar. Çox adam yaza bilməz. Elə ki mən bu gün sənə danışıram. Rahat suallar danışmır da. Uşaqlar, Mannanın paytaxtı haradır? İzirtu, ya Allah, yallı gedək. Bu deyil dərsimiz. Yəni nəyə baxmayıbsınızsa onlara baxmaq üçündür, tamam? Yəni bax bunlara baxmıyıbsa bunlara diqqət eləyin tipində. Çünki bir həftə qalıb bunlara diqqət edin. Demək ki, nə dedik? Mannada danışdıq xarici siyasət məsələlərini, Mannada ərazi azad etmək məsələlərini, Mannada müttəfiqlik məsələlərini və Mannada dedik ki, müqaviləni. Gəldik İskitə. İskitin mütləq nəyini bilməlisiniz dedik? Yerini. Harada yerləşir İskit dövləti? Ərazisi. Yəni. Kim bilir bunu? Aralıq dənizə sahil. Demək, Kür-Arazdan Urmiyaya gedər. Kür-Araz çayının arasından Urmiyaya qədər ərazidə yerləşiblər. Azərbaycanın şimalından cənubuna qədər. Belə sual düşə bilər. İskitlərə Manna ərazisində yerləşmək icazəsi verən hökmdar kim olub? O kim olub? Ahşer. Ahşer. Bunların yerləşməsinin faydası nə oldu? Gücləndi falan filan. Bu da artıq rahat bir şeydir. Bunu yəni 100% müəllimlərin sizə sual cavab eləyib. Gəldik biraz çətin sual soruşuruq. Demək ki, nə soruşacaq? İskit ağalığı ilə İskit padşahlığı söhbətini çox adam bilmir. Demək ki, bir var İskit ağalığı, bir də var İskit padşahlığı. Kim mənə izah eləyir? 653-625-ci ildə İskit ağalığı 653-dən 25-ə qədər olan dövr deyil. Bəli, bəli. Demək ki, bəzi sözlər mən ən azı buraya boşluğa yazım, sizdə qarışmasın orada. Demək ki, bir var İskit ağalığı. İskit ağalığının altına yazırıq ki, neçə yazırıq? Eradan əvvəl 653, eradan əvvəl 625. Hardadır bu? Midiyadadır. 653-də kimə son qoydular? Kim başına daş saldılar? Kaştariti. Hətta bu ilə bağlı kitabda belə cümlə var. İndi analiz hardadır bilmirəm, amma dərslikdə var 10-cu sinif kitabında. Belə bir cümlə var. Deyir ki, bunlar Ön Asiyada ən güclü dövlət oldular. Oldu, ən güclü oldular. Belə bir şey var. Oldu. Bunlar məsələn yüksəliş dövrü. Herodot deyirdi bunu. Qopçu Herodot. Oldu. Tarixçi Herodot. 625-də İskit ağalığına kim son qoydu uşaqlar? Midiyadakına. Onların döyüş üstünlüyü öyrənən kim idi? Aksar. Okey, bunu mütləq bilək. Bir də gəldik hansı söhbətə? İkinci anlayış nədir uşaqların çaşdıracağı? İskit nə dövrü uşaqlar? Padşahlığı. İskit padşahlığına isə eradan əvvəl 590-da yenə kim son qoyacaq? Kiaksar. Lütfən buna diqqət eləyin. Demək, İskitlə bağlı. İskitlərdən nə qalıb günümüzə? Döyüş üsulları, o xəncərlər, nə bilim, döyüş arabalarından döyüşmək, türkdülər, nə bilim nədirlər. Azərbaycana nə hesab olunur bunlar? Birinci İlk Türk axın, əlasınız. İskit söhbətini toparlayaq. Demək ki, İskitlər kimlərlə müttəfiq olublar görək elə. Demək ki, əsasən Manna ilə, üsyan vaxtı Kaştariti ilə, hətta bir arada kimlə? Deyir ki, Aşurbanipal. Aşurbanipal bunlarla necə müttəfiqlik əlaqəsi qurdu, yaxınlaşdılar. Deyir ki, mən Mannaya hücum edəcəm. Bəli, mən Mannaya hücum edəcəm. Sən nə eləmə, heç nə eləmə. Mən sənin harada ağalığını tanıyıram dedi, Midiyadakı. Və eradan əvvəl 650-də hücum eləmişdi Aşurbanipal. Mannaya. Demək ki, buranı artıq hamımız bildik və siz buranı bilirsiniz. İskit söhbətində kapatdım, qoydum bir tərəfə. Gəlirik Midiyada. Midiyada necə çaşdırmaq olar sizi? Gələk görəm, Midiyada necə çaşdırıram. Deyirəm ki, bir yaradan adam kim oldu müstəqil Midiyanı? Olacaq kim? Kaştariti. Okay. İki dənə ölkələrdə kömək aldı. Bir Mannadan, bir də kimdən? İskitdən. Kimə qarşı? Aşura qarşı. Okay. Birisi bu. İkincisi, özü bir döyüşdə öldü. Eradan əvvəl 653-də İskitə. Buranı imperiyaya çevirən adam kim oldu? Kiaksar. Bunda imperiya yüksəliş. Bir dənə adam kim dedik?
Bir dənə də deyək, Asker. sonuncu zəiflədən yeni təlimi qəbul edən, döyüş ruhu Asker. aşağı düşən nə idi o? Astiaq. Bir qədər sadə. Buranı da bitirdik. Demək ki, gəldik çatdıq hara? Əhəməni. Əhəmənidən nə sual sala bilər? Demək ki, Azərbaycan eradan əvvəl 550-dən eradan əvvəl 330-a qədər bunun hakimiyyəti altında olub bu dövlətin. İlk hökmdarı 2-ci Kir, eləmi? Bunun başına kim kəsdi, xaç bişirdi? Tomris. Sovyetlər. Bəli. Əhəməni dövləti niyə bizə önəmli? Gör, harda bizim qabağımıza çıxacaq bir. Bir də üçüncü dağı. Deyirik ki, bizim qabağımıza çıxır Əhəməni çox yerdir, amma mövzular çox az verilir. Bir, məsəl üçün biz bunların adlarını eşitmişik. Eradan əvvəl 525-də. Harda? Pelusiya döyüşü Misir. Əla. Eradan əvvəl 6-cı əsrdə hücum ediblər Hindistan'a. Hindistana. Eradan əvvəl 500-cü ildə, 500 eradan əvvəl 449 kimlə döyüşüblər? Yunanlar. Yunan Əhəməni müharibəsi gördünüzmü? Eradan Aha. əvvəl 331, nə 334 falan, ən sonunda 330 kim son qoyduğunun başına daş saldı? İskəndər. Makedon İskəndər, super. Gəldik hara? Demək ki, burada necə aldada bilər bizi? Aldada bilər ki, misal üçün Misirlə Hindistanın ortaq cəhəti hər ikisinin neçənci əsrdə hücum eləməsi? 6-cı əsrdə oldu. Bu şəkildə, yəni belə-belə suallarla adamı çaşdırmaq olar. E, Sonra deyə bilər ki, misal üçün eradan əvvəl biraz çətin sual salıram sizə. Deyirlər ki, çətin sual heç tapa bilməsin. Eradan əvvəl 6-cı əsrdə üsyan olan yerlər. Peki harda üsyan olub? Eradan əvvəl 509-da üsyan olub. Romada. Romada. Roma. Eradan əvvəl 522-də üsyan olub. Əhəmənidə. Eradan əvvəl 553-50 harda üsyan olub. Midyada. Midiya. Midiyadan oldu. Midiyada eşitmişik belə bir şeylər. Sonra başqa üsyan olan bir yer varmı deyə fikirləşirik. Demək ki, 500 bir də dedik eradan əvvəl 6-cı əsrin sonu tiranlığa son qoyurlar idi ora. 510. Yunanistan. 510. Yunanistan. Tamamdır. Bunu dedik. Buradan sual gəlsə, ay bilmirdim, nə bilim pişik asqırdı, nə bilim nənəmin yuxusu gəldi, babamın təzyiqi qalxmış, bəhanə istəmirəm, yazıb gəlməlisiniz. Əgər buradan sual gəlsə, bu üsyan söhbətlərini kapatdıq. Demək Ben ki, eradan əvvəl 509 harda dediniz? Romada padşahlıqdan respublikaya keçdilər də, qiyam oldu. 522 hardaydı? Burada kim idi? Demişdik ki, Qaumata var idi. Dağa yatırdı. Almatı. Əhəmənidə. Məndə Gautama kimi idi. Gautama da Hindistanda din şey eləyən var idi, yazılır mı? Buddizm. Tamamdır. Bəli, mənim bildim. Əlasan. Demək ki, buraları kapatdıq. İndi gəlirik hansı məsələ? Demək ki, Midiya Əhəməni söhbətini başa düşdük. Midiyanı imperiyaya çevirən adam olub deyirik. Deməli, Kiaksar Əhəməninin isə imperiya dövrünü, yəni belə deyək, kitabda xüsusi yox, amma deyir ki, məsələn, Dağanın işğalları ən geniş dövrü onda olub. Dağıq, pul falan buraxıb. Buralar getdi. Atropatenodan necə aldadacağıq sizi? Görək ikinci Atropatena yazırıq bura. Birinci anlamalıdır ki, abituriyent eradan əvvəl 330-da bir dövlət süqut eləməlidir. Hansıdır bu dövlət? Bəli, sən 330-dan biz 323-ə qədər kimin tərkibində olmalıyıq? Makedon. Makedoniyənin tərkibində olmalıyıq. Biz Atropatena söhbətləri yoxdur, oldu. Eradan əvvəl bu öləndən sonra 321-də kim ölməlidir? Peridik. Peridik. Ondan sonra dövlət anlayışı başlayır, oldu. Dimdə bu sual var idi ən son. Nə idi? Haradaydı Dimdə? Sınaqdaydı mı? Deyir ki, dövlətin əsasını qoyub. C-variantı siləndə cavab çıxırdı. Hökmdarlar vermişdi. İlk Atropat da bu dövlətin hökmdarı, eləmi? Oldu. Sınaqdaydı sən bilmirəmsə. Demək ki, nəyə başa düşdük? Deməli, bu arada dövlət yoxdur. Bu arada dövlət haradan başlayır? 321-dən. Birinci bu, dövləti yaratdıq. İkinci anlayış. Bizə lazımdır 223 soruşmayacaq. Nə soruşacaq səndən? 3-cü əsrin neçənci yarısı? İkinci yarısı. İşte böyle bir şey. Yani ne demek bu? İkinci yarısı. Erdem'e 223 tapa bilmədən, 52 tapa bilməyəsən, burada bitdi. Burada deyir ki, hansı dövlətdən asıla düşdük? Televkirdən asıla düşdük. Eradan əvvəl belə 190 yazmıyor çünki hamı əzbərləyib. Ne yazacaq? İkinci əsrin nə vaxtı? Əvvəli. Lütfən, baxın, zamanla bağlı uşaqlar statistika göstərir ki, adətən nəyi səhv yazırlar? Misal üçün. Müəllim, orada 223 birinci yarı olmalı deyil, ikinci yarı yazmışsınız. Yazıram, izah edirəm elə. Eradan əvvəl yazıram, bildiyim kimsə sual soruşacaqdı. Eradan əvvəl 300-dən 300 daxil. Eradan əvvəl 201 nə hesab olunur? Eradan əvvəl neçəncəsi? Üçüncəsi. Bunun birinci yarısı 300-də başlayır, 2-də bitir, 250-də bitir. İkinci yarısı isə bura 1-dir, tərsinə gəlir ki, mənfi ədədlər. Zaman oxu, absiz,
ordinat oxu, x, y, mənfi, mənfi var idi belə bir şey. Parabola, hiperbola, nə bilim. Nəysə bunları boş ver. Demək ki, bura nə oldu? Bura birinci arası oldu. Bura nə oldu? İkinci. İkinci arası. Lütfen bunu qarışdırmır. Kim verdi sualı bilmirəm, amma başa düşmədisə, neyləsin? Ora bir daha qeyd eləsin ya öz müəllimdən soruşar və ya qrupda yazar, izah edirəm. Bunu başa düşdük mü? Demək ki, nə soruşur sizdən? Əsrin yarısını, birinci yarısını, ikinci yarısını diqqət edirik. Okay? Bunu da qoyduq cibimizə. Demək ki, Atropatyanada necə aldatıram soram mən sizi. Demək ki, nə dedik? 100 eradan və 190 əvəzinə nə deyirəm dedim? Deyirəm ki, ikinci əsrin əvvəl, çünki ikinci əsrin əvvəl niyə deyirəm? Çünki 200 təzə başlayıb, eləmi? Bundan vaxta qədər getməlidirlər. Eradan və 101-də yüzdə neçədə bitməlidir? 101-də bitməlidir də ikinci əsr, elə deyil mi? Ona görə bu əvvəlidir. Sonu bu tərəflərdir. Bunu da izah elədik, bu da getdi. Sonrakı adamlarımıza keçək. Sonrakı adamlarımızdan davam edirik. Var kim? Ən çox sual gəlmə ehtimalı olan adam kimdir bu? Arta Bazd. Bazı. Arta Bazd deyirik ki, eradan əvvəl 36-cı ildə, birinci əsrin 30 yazıram ki, öyrənişdə gözlüyüz. 30-cu illər və ya da ki, 36-da nə eləmişdi? Demək ki, Romanı məğlub edirlər. Sonra bu xarici siyasətdə nə edib uşaqlar? Dəyişiklik edib. Oğluna da göndərib Roma'ya. Romaya. Areoparazandan bağlıca sual salacağım sizə. Areoparazan. Deyəcəm ki, buna kim kömək edib hakimiyyətə gəlməsinə? Roma İmperatoru. Sonra Atropatenodan sizi necə aldata bilərəm? Aha, ən çox uşaqlar necə çaşır? Ləzzət edir uşaqlar çaşanda. O bir dənə video var. Dimdə müəllimlər belə oynayırlar, sevinib. Bax elə bir kere sevinir müəllim. Bəlkə uşaq səhv edib, Allah. Orada bir sualları belə ki, hesablama şeyinə baxsın. Məsələn, yazıb Roma İmperiya. Dikkat gördün, yenə çaşdılar. İndi siz çaşmayın, mən sizə izah edirəm də. Baxın. İmperiya dövrü eradan əvvəl başlayan neçədə? 27-dən sonra mı? 27. Değil mi? Daha sonra. Demək ki, biz 36-da kimlə döyüşmüşük? Roma nə ilə döyüşmüşük? Respublikasına. Lütfen bunu qarışdırmırsınız. Amma Ariobarzana kömək edən adam kimdir? Oktavian. Oktavian həm Respublika dövründə var, həm də hansı dövrdə var? İmperiya. İmperiya dövründə. Sonra son adamımız da kimdir uşaqlar? Ariovast. Bu qədər sadədir. Ariovast da demişdi ki, Parfiya tərəfindən eramızın 20-ci ilində. Yəni, nə olacaq? Bu dövlətin varlığına son olacaq. Bizim kitabımızda belə yazılır. Oldu. Gedib əlavə kitab oxuyub 100 dənə müəllim işi qəbul testi işləyən uşaqlar burada çaşacaqlar. Çünki onlara görə Atropatena süqut eləməyib. Amma biz hardayıq? Bizə görə süqut eləyib. Bizə görə sağdır, yaşayıb. O deyil, ölübdür istə ki, bizə görə ölməyib. Aydındır? Bunu başa düşdük? Bunu başa düşdük. Atropatenanın mədəniyyəti ilə bağlı soruşuram. Demək, Kerifdə abidəsi nəyə sübut edir? Yəni, Yunan mədəniyyəti təsiri. Bunlar nə bilim, çox tanrılara inanıblar bunlardan Kerifdaya görə. Sonra deyirik ki, bunların əsas dini nədir amma? Atəş, ateşpərəstlik və ya da zərdüştlük mənasında da keçir. İki mənada yazılıb kitab, biraz qarışıq ona görə. Bunların kitabı nə idi? Avesta, nə bilim nə. Sonra belə bir şey var. Deyir ki, baş məbəd haraydı? Qazakadakı məbədi deyir, kim dağıtmışdı? Ya işte bu. Bizanslar tapdınız. Nə? Panteon, Parfeon məbədləri. Yalnız sulu buydu. Panteon. T olan nerede olurdu? Roma. İtalya'da. Oldu. Parfenon. F olan nerede olurdu? Afina'da. Ben biraz saklayayım. Ben sence saklasın. Okay. Bunu başa düşdük. Gəldik arada son hissəmiz Albaniya məsələsi. Albaniya dövləti də deyir ki 4-cü əsrin eradan əvvəl 4-cü əsrin neçənci yarısı yaranıb? Demək ki 2-ci yarısı, yəni 4-cü əsr bitməyə doğru 330'larda deyək də. 331 321-dən sonra Kerifto Atropatena'dadır. kim? Kerifto. Bu yazdım Onlar ben. qarşıdır. Ben yazdım axı Kerifdə Atropatenadadır. Bəlməm. Gəldik Albaniya məsələlərinə. Albaniyada. Demək ki, Albaniyada nəyi bilməliyik? Albaniyada ən önəmli məsələ bu yad elli işğalı məsələsidir. Uşaqlar ən çox burada çaşar. Hə, bunlar hamı əzbərləyib. 26 dənə tayfa, 29 dənə şəhər, eyni yerdə yaşayan tayfalar, Kadusi, Kaspi, nə bilim nələr, ən böyük tayfa Albanlar, bunlar hamını əzbərləyib. Amma hara qarışdırır? Yad elli işğalı. Aha. Selevki ilə bunlar nə eləməyiblər uşaqlar? Döyüşməyiblər. Bu getdi. Sonra deyirik, nə olmayıb bunlarda? Deyirik ki, bunlarla bağlı. Mesela bunlar Romanın hücumlarına məruz qaldılar. Roma Respublikasında. Eradan əvvəl 3 dənə döyüş yazırıq. 66, eradan əvvəl 65, eradan əvvəl 36. Hamısında nə eləmiş uşaqlar?
Məğlub olmuş. Hamısı Məğlub məğlub oldu. Yəni bu Məğlub. da ortaq cəhət yadda saxlayırıq. Bunların heç birisi Makedoniya dövlətinin adı görmür. Çünki dövlət ölməlidir, süqut eləməlidir, ondan sonra yaranacaq. Bunu edirik, yadda saxlayırıq. Sonra belə bir sual. Roma ilə saziş bağlamaq. Bəli. Eradan əvvəl 66-da, 65-də bağlayıblar saziş. Eradan əvvəl 36-dan iniblər, Zober saziş bağlayıb. Tamam. Bunda nədir? Roma nə ilə? Respublikası ilə. Bu da belə getdi. Məncə hatta bir dənə ibtidacımadan sual, bir də Manna dövlətlərindən falan yazdı. Bunları mütləq bilək. Sonra imperiya dövründə isə demək ki, Parfiya təhlükəsinə görə kimlə yaxınlaşmışıq, kimlə əlaqə saxlamışıq dedik. Demək ki, Roma ilə əlaqə Roma ilə. saxlamışıq. Bu isə eramızın 3-cü əsrin ortalarına kimi. Demək ki, yəni neçəyə qədər? 262-yə qədər davam edib. 262-də Valerian 260 əsri düşür, sonra isə bu söhbət ölür. Burada da bitti. Yəni bu ancaq çox geniş danışdıq. Yəni burada nədən danışdıq? Bax, görə nə verilib bizə proqramda? Əhali, dövlət quruluşu dedik, idarə olunması. Qonşu dövlətlər görürsün verir. Selevkilərdən asılılar düşür. Parfiya ilə Roma arasında münasibətlər. Əvvəl Parfiya ilə münasibət elədik. Selevki 190-da parçalanandan sonra yenidən müstəqil olduq. Fransman müdafiəsi qəbul proqramına salıb bunu mütləq bilməlisən. Mədəniyyəti dedik. Burada əsas başlıq nə dedik uşaqlar? Yad ellilərə qarşı nə? Mübarizə. Qonşu dövlətlərlə nə? Mübarizə. Yəni çünki uşaqlar siyasi şeylərdən sual salaq deyirlər uşaqlara. Bu belə. Bir də Roma ilə əlaqələr saxlaması var idi Kimin? Albaniyada. Albaniya Roma Roma ilə ilə. əlaqə saxlaması mı? Bəli, məsələn deyə bilərik Adrianla dost olub. Dostluq əlaqəsi. Parfiyaya qarşı Tiberi neyləmiş olaraq da şey olmuşdu, izah eləmiş. Mən bu mövzuları biraz daha geniş videosunu izah eləmişəm, hətta qrupa da atmışam. Yəni yenədən göndərə bilərik. Burası biz elə bir gün üzərindən keçirik. Sadəcə olaraq iki dənə suala diqqətlə baxaq. Niyə buralar biz üzərində çox dayandım? Çünki biz yuxarı sinifləri çox müzakirə edirik. Bəzən gəlib uşaq aşağıdan adi sualı səhv edib gəlməsin deyə. Tamam? Bunlar biraz daha geniş üzərində nə bilərsiniz, dura bilərsiniz. Buralar bitdi. Məsəl üçün çətin sual olsa Albaniyadan bu düşəcək. Qobustan kitabəsi. Hansı dövr idi? Demək ki, 84, 96 eşitmiş belə bir şey. Sonra məsələn ikinci əsrdə isə nə var idi? Böyük Dəhnə kəndində nə? Daş kitabı. Tamam, bunları bir dənə yazsaq. Demək ki, bir sual 100% gəlir hardan adətən neçə ildir? Demək ki, 3 7-ci hansı dövr? Yəni Sasanilər dövründə. Azərbaycanda feodalizm meydana gəlməsi, Atropatena Sasanilərin tərkibinə qatıldı 227-dən ərazi olan. Müəllim, bu bizim dövrdədir. Nədir o? Yəni eramızdadır Qobustanla. Bəli, ikisi də eramızdadır. Qobustanda böyük dəhnədə. Birisi birinci əsrdir, birisi ikinci əsr. Bu nə niyə yadda saxladıq? Məzdəki hərəkat ayrıca verilib. Bunu dövrləşmə ilə soruşa bilirik. Məsəl üçün, dördüncü. 481, 529, yəni 5-ci, 6-cı əsrə əhatə edən hadisə kimi. Demək ki, din məsələsi Sasanilər atəşpərəstdilər və xüsusən atəşpərəstliyi zorla yayan adam kim idi? Demişdik ki, birinci Şapur. Bir də belə sual sala bilərsiniz, hə? Birinci Şapur atəşpərəstliyi zorla yayırdı dedik. Bir də belə bir şey, məsələn, məqsədi nə idi? Kitabda belə cümlə var, deyir ki, öz təsirini saxlamaq, xristianlığın yayılmasının qarşısını almaq. Albaniya ilə bağlı digər bir nəyi bilək? Baxın, 2 il sual gəlib, uşaqların çox səhv yazıblar. Albaniya 5-6-cı əsr məsələsi. Xüsusən 6-cı əsr, bir dənə qeyd yazaq. 6-cı əsrin ulduz hökmdarı kimdir? Birinci Xosrov, Enuşiravan. Haradadır? Sasanilərdəkin deyirəm, eləmi? Sasanilərdə 6-cı əsr. Məsəl üçün, nə islahatı keçirir? Vergi islahatı. Nəyi azaltmışdı? İnzibati islahat da var idi. Bəli, torpaq islahatı. İnzibatçılar qəbula düşüb demişdik. İnzibat. Məsələn, nə kust söhbəti yazır, gələm kust. Bu düşüb qəbula. Vergi nə demişdik ki, geziti. Necə? Qadınlardan, uşaqlardan alınmır. Geziti azaltdı. Torpaqla bağlı nə demişdik? Xostak. Demək ki, görülən budur ki, 6-cı əsr Azərbaycana təsiri, Xosrov və Nüşirvan islahatları eləyib. Okay, bu belə. Hə, Azərbaycanda, Albaniyada hansı adamlar var? Qısaca buraya yazaq. Demək ki, birinci öyrəndiyimiz adam birinci Qoçaq Vaçaqan. Bu əsr olaraq elə sadəcə dövr kimi verilir. Bu nə mərkəzləşmiş dövlət yaratdı deyil, belə bir söz var. Sonraki adamımız kimdir? Birinci
Vaçe. Bu 262 kimdən asılı düşdü bunun sözü? Sasaniyadan. Sasaniyadan. Sonraki adamımız kimdir? Məşhur adam Ur Nayır. Ən çox iş görən adam. Bu nə demişdi ki 313 ilə yada saxladı, amma başqa iki dənə döyüş var idi. Yalnız deyil. Yalan. Ahmet Gecira. Süpersiniz. Tamam. Bir dənə mədəni oğlan var. Asuacı. Asuagen. Və 5-ci əsrin birinci yarısıdır, eləmi? Bir dənə də adam var, kim demişdik? Məşhur adamdır. Bu azadlıq mübarizəsində yazılan. İkinci Vaçe. Hə. Demək ki, bu da ikinci Vaçe. 2025-in model sualında var idi ki, Azərbaycanın 5-ci əsri ilə 9-cu əsrin ortaq cəhəti. Hər ikisi nə olub Azərbaycanda? Azadlıq hərəkatı. Bəli, azadlıq hərəkatı. Məsəl üçün nə idi? Bərdəni eləyib, paytaxt eləyib, nə bilim, deyə bilərsiniz ki, xristianlıq məsələsinə diqqət eləyib, xristianlıq şey eləmək, təzədən tətbiq eləmək istəyib. Hətta deyirik ki, nə bilim, Qafqazın 11 hakimini şey eləyib, nə bilim, Dərbənd ərazisinə ələ keçirib. Buna qarşı kim hücum edib, üsyan eləyib? Haylandur bunların götürmək olar. Bəli, bəli, Haylandur. AQN kilsə məclisinə qabağına yazıq 488, eləmi? Bu da nə? Üçüncü mömin Vaçaqa. Bundan da çətin sual gəlsə, Amaras nə yazırıq bura? Monastırı. Monastırı. Demək ki, 1-ci əsr 510-cu illər oldu. Hansı sülalə oldu? Demək ki, Arşaki sülaləsi. Çətin sual yazaq deyir ki, indi gəlin biz düşünürük ki, çətin sual salaq. Sasani dövründə Azərbaycanda hansı hadisələr olub? Baxaq. Siyahı alıblar. Hansı dövrdə? 463-487-də. Köçürüblər. Köçürmə siyasət ediblərmi? Sonra deyirik ki, Dərbənd səddini tikiblərmi? 5-ci əsr. 6-cı əsr Dərbənd səddi oldu. Sonra deyir köçürmə elədilər, Dərbənd səddi, siyahı aldılar. Sonra deyirlər ki, azadlıq hərəkatı olub bunlara qarşı? Olub. Olub. Bunlara qarşı deyir ki, məsəl bunlarda 2 dənə dini hərəkat var, mani, bir dənə məzdək, olub, belə şeylər də var. Sonra deyə bilərik ki, məsəl üçün şey baxımdan, məsəl üçün torpaq islahatı, sonra nə bilim vergi islahatı, belə şeylər keçiriblər, buna keçiriblər, okey? Yəni bunlar hamısı olub. Yəni Sasani məsələn eyni şeyləri biz harda da görə bilərik? Ərəblər dövründə yaza bilərik. Ərəblərdə baxaq, siyahı alıblarmı? Alırlar. Köçürmə ediblərmi? Ediblər. Dərbənd səddi yoxdur, amma Dərbənd səddi əvəzinə var. Bunlar nələr yaradırlar tutduqları ərazilərdə? Rabatlar nə üçün? Sərhəd bölgələrini möhkəmləndirmək üçün. Azadlıq hərəkatı olub bu? Olub. Bunlar da torpaq vergi islahatı keçiriblərmi? Keçiriblər, oldu mu? Dini hərəkat olub bu. Bizə dini hərəkat xüsusi öyrənmirik, yəni dini hərəkat yəni eşitmirik. Sadəcə olaraq biz elə bil ki, dini hərəkatdan başqa bir dənə də normal ayrı seçkiliyə qarşı bir hərəkat var idi. Məsəl üçün bizdə də həmənki dövrdə nə var idi? Müsafir üsyanı. Müsafir var, Xürrəmidən başqa. Bunu yəni yadda saxladıq. Yəni belə ortaq fərqli cəhətləri edə bilər bizə. Yəni kiçik mərcvanlıq, böyük mərcvanlıq nə vaxt bəs? O köhnə cümlələrdir, bunları boş veririk, belə yada saxlayıq. Qısa müddətdir 463-487-dir. 5 il əvvəl var idi kitablarda o. 510-629 isə budur. Bu uzun müddətlidir. Tamam. Bu isə nədir? Qısa müddətdir. Bu siyahı almazlar burada olub. Bu 510-629-dan sual gəlsə nə sual düşəcək? 1. 591-ci il müqaviləsi, 2. 629-cu il müqaviləsi. Hər ikisinə kim müqavilə bağlı uşaqlar? Sasani ilə kim? Sasani ilə deyirik ki, uşaqlar, Roma imperiyası bizə əlaqə müqavilə bağlamışdı mı? 387 ortaq cəhət. Hər ikisinin ortaq cəhət Albaniya kimin tərkibində qalırdı? Sasanilər. Son hissəni də bilən yazaq, bitirək bilən. Deyək, bunu lap çətin sual salası olsaq. 629, 630. Azərbaycan hansı dövlətin tərkibindədir? Sasanilər. Xeyr, deyək ki, Xəzər dövlət deyəmə, Xəzər tayfaların tərkibindədir. Yaxşı, yadda saxlayaq tayfa. Çünki hansı dövlət yoxdur elə? Xəzər dövlət yoxdur. 629, 630 Xəzər tayfalarına asılı olmuşuq. Belə sual salıram. Demək ki, 664, 665 kimdən asılı düşürük? Yenə Xəzər xaqanlığı. Xəzər xaqanlığından oldu. O zaman deyirik ki, imtahana belə salıram, dövlət yazmıram. Albaniya Xəzərlərdən asılı olub. Məsələn, burada da Venn diaqramı var, atıram da məsəl üçün. Həm nə yazılıb? 7-ci əsrin 1-ci yarısı da yazılıb, 2-ci yarısı. Ortaq cəhət götürə bilərikmi?
Xəzərlər yazıb, tayfa yazmayıb. Nə edə bilər? Götürə bilər ki, oldu. Yəni bunlar ən çox çaşdırdığı yerlər budur. Sonra çaşdırdığı yer haradır? Bir dənə də bunu da deyək, buranı bitirək. 7-ci əsrləri. Demək ki, uşaqlar, Cavanşir. Cavanşir hökmdar olması dövrü var. Bir dənə dövrü var. Şəkərdə. Demin özü 8 dənə test bankda sual var bu ilə bağlı. Demək, hökmdar oldu neçədə? 642, 681. Bəs o zaman 636, 637. Buna nə götürəcəyik bunu? Bəlkə də. Lütfən buradan sual gəlsə qarışdırmayın, xahiş edirəm. Gələk Cavanşir yazaq ortaya. Cavanşirin hamı xarici siyasətini bilir, amma nəyi bilmir demişdik? Daxili siyasət. Eşitmiş belə bir şey? Sasani feodalların ölkədən qovulması daxili siyasət sayılır da. Ölkədən qovması bəli, amma Sasanilərə qarşı mübarizə yox. Feodalları qovmaq bəli. Quruculuq deyə bilərikmi? Quruculuq, sonra deyə bilərik ki, o qala falan tikməsi. Sonra nə var idi? Yəni nisbətən inkişaf dövrü kimi görgəndir. Yəni bunlar daxili siyasətləridir. Xarici siyasətlərində yəqin ki, neyinirsiniz uşaqlar, bilirik. Burada yazaq, məsələn, 654, bunu necə söz, 7-ci əsr deyir sözə, 7-ci əsrin 50-ci illəri. Nə olacaq? Bizansda diplomatik əlaqələr. Bizans. Deyəcək, məsələn, 662 hansı döyüş? Kür döyüş. Git mahnısını oxuyacaq. Git Sezen Aksu'dan. Hara göndərəcək bunlar? Çola dərəsindən çıx, get. Eşitmiş belə bir şey. Sonra kimlə sülh bağlayıb 665-də? Xəzərlə. 667, 670 nə yazacaq bura? Muaviyə ilə görülən. Ərəblər. Demək ki, bütün bunların arasında sanki ipin üstünə duran adam kimi duracaq və bütün bu prosesləri əlləyəcək. Demək ki, Cavanşir. Sonra deyirik 681-də öldürüldü. Çünki hara meyilli siyasət yürütməyə başlamışdı? Ərəb. Bəs kimlər öldürdü? Bizans meyilli Bizanslılar. feodallar, eləmi? Bizans meyilli feodallar. Niyə ora yönəlibsən deyə. Daha sonra da 705-də bu dövlətin nə oldu? Son qoyuldu. Gedək görək bizim proqramımızda nələr var danışmadığımız. Baxaq bura. Demək ki, Albaniya Sasanidən danışdıq. Albaniya türk axınları. Demək ki, bizdə türk axınları nə vaxt olub? Gələk oranı yazaq. Demək ki, bir türk axını oldu. İskitlər, neçənci əsr dedik? Eradan əvvəl 7. Türk axınları isə nə vaxt götürürük? Kitabda 3-7 yazılıb, yəni Sasani dövründə. Oldu mu? Burada gələnlər kimdir? O, burada nədir? Hun. Hun əvəzində də keçir burada. Barsil və Onoqur, nə bilim, Haylandur, Maylandur. Amma əsas gələnlər kimdir deyirik? Hunların tayfası. Sabir, o da var. Oldu. Üçüncü axın nə vaxt olacaq uşaqlar? Səlcuqlar. Və o da 11-ci əsr. Oğuz tayfa, Oğuz, Səlcuqlar. Tamam, bunu süper bilirsiniz. Gedək baxaq nə var. Xəzərlərlə bağlı çaşdırıcı məqam nə oldu? Xəzərlərlə bağlı çaşdırıcı məqam necə dediniz? Xəzərlə bağlı çaşdırıcı məqam bu dedik ki, 7-ci əsrin həm 1-ci əsr, həm 2-ci əsrin Albanları asılığa salıblar. Amma Xəzərlər, Xəzər dövləti yox, tamam? Sağ ol. Vendiyadan buyur. Gəldik bura. Dedik ki, Mehranilər hakimiyyətə gəldi. Nə bilim, burada Bizans, Sasani xilafət dövrü, Cavanşirin hakimiyyəti illərində Albaniya və nə siyasət daxilini yazıbdır bura. Yazıbdır, ona görə dedim. Xaricini dikən Azərbaycanda bilirmi? Bilir. Daxilini də siz bilirsinizmi? Bilirsiniz. Bu da belə getdi. Demək ki, bir sual da buradan gəlir. İndi gəlir növbəti bir sual gələn bölməmizdə. Hansıdır bu? Azərbaycanı birləşdirib Albaniya vaxtı. Xeyr. Albaniya Azərbaycanı var dövlətlərdə birləşdirməyib. Demək ki, Azərbaycan ərazisi belə idi onda. Baxın, Sasani deyir ki, bu şimal ərazilərin hakimi kim idi? Şəhriyar. Oldu. Buranın hakimi kim idi? Cavanşir. Cənubun hakimi kim idi? İsfəndiyar. Eşitsin belə bir şey. Albaniya vahid Azərbaycanı birləşdirməyib. Xeyr. Gəldik bura. Ərəb işğalları dövrü. Demək ki, ərəb işğallarına bağlı ortaq cəhətlərə baxacaq. Ümumiyyətlə bu cümləni saxlayın. İslamın gəlməsi yaxşı bir şey hesab olunur. Azərbaycan xalqında vahid din formalaşdı, vahid mədəniyyət formalaşdı. Sasani tərkibində olmaq ona görə yaxşı oldu ki, iqtisadi həyat birliyi oldu. Yəni hamı bir yerdə yaşadı. Eyni dövlətə vergi verdik. Eyni dövlətdən torpaq aldıq. Demək ki, amma din fərqli idi Sasanilər dövründə. Şimalda tanrıçılıq və xristianlıq, cənubda atəşpərəstlik yayılırdı. Ərəblərdə isə vahid din oldu.
Bu yaxşıdır. Demək ki, ərəb işğalı, fəthləri bizim üçün yaxşı oldu deyirik. İndi gəlir ikinci sual. Bizi harda çaşdıracaq məsələsinə. Ərəblər dövrünü idarə etmə vergi. Mən normalda vergidən sual salsaq, yəni maraqlı olar. Niyə? Demək ki, baxaq. Vergi məsələsini necə yazırıq bu ərəblər dövründə? İlk xəlifələr dövrü necə idi uşaqlar? Rəşid xəlifələr dövründə. 661. Vergilər necə idi deyirik? Yüngül. İlk dövrlərdə və Həzrət Əlinin dövründə necə demişdik? Ədalətli. 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 Həzrət Əli yazaq bura. Ədalətli. Əməvi dövründə yazıram 725 və vergilər nə olacaq siyahıdan sonra? Artacaq. Abbasi dövründə isə daha da qat-qat artacaq və hətta vergini deməndə qula falan çevirir yazıb. Demək ki, vergi siyasətində bir inkişaf xətti görürəm. Demək, sual soruşmaq olar. İkincisi, ərəblər necə idarə edir? İlk vaxtlar Sasanilərdən qalan sistemlə idarə edir, amma daha sonra dəyişəcəklər. Nə bilim, əmirlik daxilində olacaq, eləmi? Şimalla cənubu deyir ki, nə edəcəklər? Azərbaycan adlanması məsələsi var. Şimal Aran adlanır. Sonra məsələn, inzibati vahidlər. Əvvəl Dəbil idi. 705-dən nə olacaq? Bərdə. Çünki bura kimlər hücum edə bilirdi? Bizans falan hücum edirdi. Belə bir şey var. Uzaqlaşdı, Bərdəyə gəldi. Daha sonra deyir ki, bura əvvəl haraydı? Ərdəbil idi. Oradan da gedəcəklər. Marağa. Oldu Marağa. Oldu burada. Burada deyir Xəzərlər falan gəlir ki, bu inzibati idarə etmək. İnzibati sözü paytaxtla, inzibati ərazi ilə bağlı sözlərdir. Okay? Bunu da kapatdıq. Demək ki, buradan başqa nə sual düşə bilər baxaq. Vergi siyasəti yazılıb, idarə etməni danışdıq. İnzibati idarəçilik sistemini gördünüz, necə olduğunu izah elədik. Köçürmə siyasəti məqsəd özlərinə dayaq yaratmaqdır, sərhəd bölgələrə, Qabat falan filan. Məncə bunu hamı yazar. Torpaq siyasi sahibliyi dövrü. Demək, bu da deyirdi ki, burada bir dənə nə çaşdırır uşaqlar? Torpaqla bağlı. İcma torpaqları dövlətindir, amma əsasən yükü kimə düşürdü? Vergi bura düşürdü. Yadda saxlayaq. Deyir ki, mülk feodalların irsi torpaqlarıdır. İqta isə nəyə görə verilirdi? Xidmətə görə verilir. Gəldik bura. Vergi və mükəlləfiyyətlərdən əmin takid edir ki, xümsü OTK-da da salınmışdı. Xüms demişdi, xəmsə nə deməkdir? 5də 1, yəni 20%-ni alınan vergi. O müsəlmanlardan alınır. Cizyə nə idi bəs? Can vergisi. Can vergisi. Məsəl üçün belə sual sorulur vergi ilə bağlı. Məsəl üçün deyir ki, kilsəni niyə vergiden azad eləmişdilər? O əhli kitab idilər də onlara dəymirdilər. Əhli kitabdan nə vergi salırdılar? Cizyə aldı. Amma kilsə vasitəsilə də o xristianları itaətdə saxlayırdılar. Aydındır? Xristianlar çünki hər bazar günləri gəlirdilər. Kilsəyə nəyə gəlirdilər? Dua eləmək. O zaman onlar sayıb baxırlar ki, kim var, kim yox. Aydındır? Kilsə vergidən azad edilmişdi. Çünki xristian əhalini itaətdə saxlamaqda nə olurdu dedik? Faydalı olurdu. Kitabımızda bu cümlə yazılıb. Aydındır? Nə demək istədiyim? Da belə getdi. Gəldik bura mükəlləfiyyət məsələsi. Demək mükəlləfiyyət nədir? Məsəl üçün da hər hansı bir öhdəlik. Məsələn bizdə normalda bu ərəblər dövründə xüsusi bir mükəlləfiyyətlər ilə vergi mənasında öyrənirsən. Biyar, əvəz belə şeylər eşitməmişik. Yoxdur. Bəs nə mükəlləfiyyət kimi verilir? Məsələn mükəlləfiyyət belə bir şey var idi ki, məsəl üçün tutaq ki, əhali üzərinə, belə bir mükəlləfiyyət var idi. Məsəl üçün, Şəhriyar demişdi ki, biz vergi ödəmirik, əvəzində nə edirik? Müdafiə edirik Şimaldan gəlir, qoyur. Bir dənə belə bir şey də var. Xəzər-Ərəb müharibələri 200 ildən çox davam elərdi falan. Burada da döyüşləri çox uşaqlar qarışdırır. Buranı bir dənə toparlayaq. Demək ki, 643, 653. Burada deyir ki, ərəblər məğlub olur, elə mi? Bələncərlər. Sonra 721, burada nə oldu? Bələncə şəhər tutulur. 22 deyildi. 722 daha doğrusu. 722. 731 nə idi bəs? Savalan. Onu ili verilməyib. 8-ci əsrin neçənci deyirik? 30-cu illəri bunu dedik. Bir də var bu ərəblərin hücumundan vaxt aldılar qarşısına buradan çıxacaqlar. Hilat. Dərsən verildi 737 falan oldu. Bizə lazım olan cümlə budur. Xəzərlə bağlı bu sualı məncə uşaqlar qarışdırarlar. Yazarıq ki, Xəzərlərin hücumuna son qoyuldu. Nə vaxt? Kim bilir bunu? Döyüşündən sonra da 737-də. Xeyr, 8 yaşın sonunda.
Demək Xəzərlər, o da demək burada bunların qarşısı alınır, buradan çıxardırlar. Amma tamamilə son qoyulmaqla vaxt olacaq 8-ci əsrin sonu. Tamamdır. Bunu necə yadda saxlayaq? Belə bir sual kitabda var dərslikdə. Gəldik Azərbaycan ərazisi xilafət dövründə ərazisi verilir. Bayaq dedik ki, o Aran şimal hissəsi, cənubu nə dedik? Ümumiyyətlə Azərbaycan, Adurbadan falan adlanması. Beyləqanda misafirin adı verilib ayrıca verilib. Xürrəmlər hərəkatına da Babək verilib. Azərbaycan xalqının təşəkkülü məsələsində burada nə edib? İslam dininin əhəmiyyətini burada nə edibdir? Qeyd eləyib. Yəni vahid dinin formalaşması burada götürülür. Yəni normalda dərslikdə 11-də verilir, amma bizim dinin proqramında bu hara gətirib salıblar? Yəni İslam dinidir ki, vahid xalqın formalaşmasına müsbət təsir edir. Sual belə qoyuram. Bəs xalqın formalaşmasına vaxt başlamışdı? Albaniyanın Azərbaycanı. Bəli, eradan əvvəl 4-cü əsr Albaniya ilə nə ilə? Dimin toplusunda bu sual var. Atropatena ilə başladı. O zaman nə edirik? Bunu qeyd edirik. Burada belə getdi. Gəldik, çıxdıq görək nə var burada yuxarıda. Necə? Ərəb dövləti imperiya çevrilib. Ərəb dövləti imperiya çevrilib, bəli. Sağ ol. Ərəb imperiya. Sadəcə biz elə bir ki, normalda imperiya zülm edən dövlətlərə deyildiyi üçün, məsəl üçün ona görə bəziləri bilər ki, Ərəb xilafəti deyilir. Gəldik buraları bir dənə tamamlayaq. Demək ki, biraz yuxarı sinifə keçəcəyik. Yuxumuz gəlir. Demək ki, buraya qədər gələk. Deməli, bu uşaqlar bu bölmədən də bir sual gəlir. Bir sual nədir? 9-11-ci əsrlər. Burada da artıq məsələn Şirvanşah dövlətidir, nə bilim 900 neçə idi? 18 nə idi bu? Paytaxt dəyişdirilmişdi. Paytaxt dəyişdirildi. 10-cu əsrin 80-cı illəri ilə hansı ərazi ələ keçirildi? Çətin sual olsa bu. Dərbəndi. Ağlasınız, bunları bildik. Yəni Dərbənd əmrliyi idi. 3 dənə bir şey bilmək Dərbənd əmri ilə bağlı. 1 988 asıla salınmaq, 1075 nə demək? Birləşdirilmək, bir ərəb mənşəli olmaq. Ağlasınız. Saci, Salari, bunlar Azərbaycan cənubunda türk mənşəli idi və əsas burada verilən cümlə nədir? Azərbaycanı eyiblərdir, vahid halda birləşdiriblər. Rəvvadi dedik, cənubda idi. Sonra nəyi verir bizə? Dəbil əmrliyi. Çox uşaq buran. Məsələn, mən gözləyirəm ki, bu il neynəsin? Xəritə versin. Demək ki, keçən il nəyə soruşdu? Bu elə ki, Şirvanşah ərazisidir. Bura Şirvanşah, bura Şəddadidir, eləmi? Aşağıda nədir? Demək ki, Rəvvadidir. Bu dəfə nəyə soruşaq? Rəvvadini soruşaq. Görək, maraqlı görək, nə bilir uşaqlar? Yəni, belə bir sual soruşmaqla heç Rəvvadidən sual düşməyib. Amma Şirvanşahlardan da sual gələ bilir. Yəni, Şirvanşahdan xəritə ilə bağlı. Çünki xəritə ilə bağlı suallar uşaqlar daha az düz yaza bilirlər. Bu da Tiflis bir sual. Şəki hakimliyi. Ümumiyyətlə, belə bir dənə də ümumi qeyd edək gələn sizə. 9-cu əsrin 60-cı illərində müstəqil olanlar. Yazacaq nə? Birincisi Şirvan Şah. Sonra 869 nə yazacaqsınız? Bunu 861 yazdık. 869 var idi. Dərbənd, eləmi? Sonra nə deyə bilərik? Tiflis, sonra Şəki hakimliyi. Bunların hamısına vaxtı 9-cu əsrin neçəsi götürür uşaqlar? 60-cı illəri. Gəldik bura. Dərbənd nə oldu uşaqlar? Dərbənd nə oldu? Əmirlik yoxsa hakimlik? Baxırıq bura. Dərbənd əmirliyi gördünüz. Dəbil nədir? Əmirlikdir. Tiflis nədir? Əmirlik. Amma Şəki nədir uşaqlar? Hakimlik. Fərqli olan budur. Belə bunları yadda saxlayaq. Slavyanlarla bağlı Rus. Başladı 9-cu əsrin sonunda. Ən böyük yürüşlər hansı hesab olundu? 944. 944. 914 ən böyük yürüşdür. 944 isə nədir? Faciədir. Oldu. Ən böyük 914-dür, çünki çoxlu nə ilə gəlmişdilər? Gəmilərlə falan gəlmişdir. 944. Az zaman bunlar hamı bilir Azərbaycan. Elə yerdən salaq tapa bilməsindirsə. Tapa bilməyəcək yerlər deyirəm. 987-ni sal tapa bilməsin. Nədir bu? Musa ibn tərəfindən məğlub olmamışdılar. Musa ibn Fəzl. Dərbənd hakimi Bəli, 9-cu Musa ibn Fəzl 1030 idi, düz deyirsən. Musa ibn 1030. 987 isə Dərbənd nə idi? Hakimi. 2 dənə şey. Birisi Musa 1030. 987 isə Dərbənd hakimi. Bu kitabda belə yazılıb 7-ci sinifdə. Düşməndən kömək alan hakimlər, hökmdarlar. Aydındır? Yəni biz bunu mənfi hadisə kimi götürürük. 1030-da demək ki, qardaşına qarşı, bu da yanında nə saxlamışdı? Slavyan dəstəsi saxlamışdı, oldu. Demək ki, 2 dənə də mənfi hadisə. Biraz çətin sual sal deyir mənə. Misal üçün,
Deyə bilərəm ki, Slavyanların məsələn, dağıtdığı şəhərləri soruş. Biraz Yezidiyə var idi, eləmi? Harada ora? Şamaxı. Bir də hanı dağıdıblar demişdik? Bərdəni dağıdıblarmı? Bərdə. Uşaqlar bunu qarışdırar deyə belə sual sala bilər. Sual bu. Deyə bilər ki, Slavyan yürüşləri neçənci əsrdə olub? 9-da olubmu? Olub. 10-da olubmu? 11-də olubmu? 12-də də olubmu? Məsəl üçün 1175 saat olub. Yəni hər 3 dövrdə nə yürüş olub Azərbaycana? Slavyan yürüşləri olub. Bu da belə. Nə məqsəd? Qarət məqsədi. Nəticə nə? Deyək Azərbaycan təbii buradan çıxan nəticə olur ki, bizim donanmamız falan olmadığı üçün, zəif olduğu üçün. Gedək görək. Bütün məsələlərdə məqsədləri qarət olub da. Deyirik ki, möhkəmlənmək olan hansı idi? Bərdə bacı. Bərdədə. 944. Ümumiyyətlə bunlar qarətçidirlər. Sadəcə içində bir dənəsinə möhkəmlənmək üçün gəldikləri nə olacaq deyirik? 944-ü nə edə bilərsiniz? Deyə bilərsiniz. Deməli, gəldik buraya baxaq, sonra neçə suallıq danışdıq, buna baxırıq demək ki. 9-11-ci əsr sosial-iqtisadi həyatdan danışdıq. Hə, məsəl belə bir sual ola bilər. Deyə bilər ki, bu 944-də gəlib Bizans dövlətinin tərkibində idik. Məsələn, Salaqilərin, eləmi? Nə mütləq ki, 909-da, 910-da hücum edəndə, məsəl üçün, kimin üzərinə hücum edirlər? Şirvan şahlarına. Amma biz, məsəl üçün, kitabda, dərslikdə Sacilər dövründə hücum elədilər, yəni Sacillərin üzərinə Slavyan hücum elədi, verilməyib. Çünki Sacilər də nisbətən güclü olduqları üçün, belə deyək də. Çünki bəs 914-dən sonra nə vaxtı yoxdur? 944-ə qədər biz nə eləmirik bunları? Eşitmirik yəni adlarını. Oldu. Təxmini də 917-dən, 922-dən sonra güclənən adam kim idi? Vahid Alı dövlət yaradan Azərbaycanda. Yusif. Yusif Nəbi Saç. Yəni belə bir şey var da, indi bu kitabda çox verilmir, amma belə təxmin var. Əvvəl çox xırdalıqlar verilirdi. Gəldik bura. Kənd həyatı. Bunlar vaxtı təbii ki, kənd təsərrüfatına məşğul olacaqlar. Neynəsinlər başqa? Şəhərlər hamısı bir-birinə oxşur demişdik, eləmi? Niyə? Çünki müsəlman qayda qanunu idi. Məscid var idi, bazar var idi, ətrafına xəndək çəkilirdi, qala tikilirdi. Hamısı şəhərlər. Şəhərlər iki hissəyə bölünür. Nə həyatı? İç şəhər və bayır şəhər var idi belə bir şey. İç şəhər, içəri şəhər, bayır şəhər var. İçəri şəhər üçün Bakıda. Torpaq mülkiyyət formalarına gəlirik. Buradan çaşdıra bilər. Bir dənə bunu deyib, biraz sonra istirahət edəcəyik. Biraz söhbət edəcəyik. Deməli, 9-11-ci əsrdə divan torpaqları ikiyə bölündü. Nə oldu? Divani və nə? Xalisə. Xalisə kimə aid idi uşaqlar? Hökmdar ailəsi. Hökmdar ailəsinə. Divani isə yenə dövlətə aid idi. Demək, nə fərq oldu? Bir bu fərq oldu. İkincisi, hər gün yazmışıq. Necə oldu bu? Nə vaxt yazdıq bunu biz? Aşağıda nə vaxt yazdıq? Bura nə vaxt yazdıq? Yəni, birinci buradan başlamışdıq. Çox maraqlıdır. Nəysə, gəldik vergi islahatına. Vergi ilə bağlı dəyişiklik nə oldu? Məsələn, onda bir nə yarandı deyir burada yeni? Üşür. Bir dənə bunu yadda saxlayaq. Üşür vergisi var. Demək, torpaqla bağlı dəyişiklik olub. Desək ki, torpaq və vergi siyasətdə dəyişikliyin olmasa düzgün cavabını edə bilərsiniz. Götürə bilərsiniz. Kəndliyin həyatına bağlı. Məsələn, Uluc və nə var idi? Azad kənd. Torpaqla bağlı. Bir dənə də yeni torpaq nə yarandı? İlcə. İlcə oldu və ya digərlərdə də bunu mi. Okay. Əlasınız. Demək ki, neçə suallıq danışdıq buna baxıb 2 dəqiqə istirahət edəcək. Demək ki, bir dənə sual ibtidacımadan gəlir dedik cibimizdə. Bir dənə sual qədim dövlətlərdən gəlir minimum 2 də gələ bilər. Bir dənə sual hardan gəlir? 3-7-dən. Bir dənə sual hardan gəlir? Ərəb xilafətindən. Bir dənə sual hardan gəlir? 9-11-dən. Toplamda 1, bunu yazdıq da. 1, 2, 3, 4, 5 suallıq danışmışıq eləkilik. Oldu. 5 sual. Buraya gəlib çıxanda təxminən bir 4 suallıqda, 3 suallıqda bu mövzu var. Birazdan oraya keçəcəyik. Bir şey danışıram. Ümumiyyətlə görüm kimlər dərsə qoşulub. Burada kim var, kim yox, hardasınız, nə edirsiniz? Nə tərk edir həyat? Deməli, nədən danışırıq biz? Nə eləmək istəyirik? Eləmək istədiyimiz şey budur ki, yeniyək imtahana hazırlaşmaqdan bir həftə öncə bəzi yerlərə təkrarlayaq. Siz də yeniyəsiniz, gedib həminki yerlərə baxasınız. Həminki yerlərə baxasınız ki, nəyi bilirdik, nəyi bilmirdik. Oldu. İkinci məqam nədir? İmtahana 2-3 gün qalana qədər çətin bildiyiniz, qarışdığınız yerlərə baxmaq məntiqlidir. Amma artıq imtahana qalanda 1-2 gün artıq öz-özünü yeməməniz lazım deyildi. Psixoloji cəhətdən gərginləşdirmək üçün çox belə bilmədiyiniz yerlərə getmək nə ola bilər sizin üçün? Təhlükəli, qorxulu ola bilər. Oldu. Bu belə.
Bir də bir şey deyək, bir şey deyim sizin üçün. O da nədir? Yəni yuxu rejiminizə diqqət eləyin. Yəni yatmaq, durmaq, dərs oxumaq, test işləmək. Niyə? Çünki e, fiziki yorğunluq da çox önəmli bir şey. Ekranım mənə hara getdi? Nə oldu? Bunlara diqqət edin. Məsələn, mən indi məsəl üçün də belə baxıram uşaqlar. Bu gün mənə bir şəkil atıblar. Bir adamın ekran saatı nə qədər olar sizcə? Kim eşidə bilər? Bir dənə rəqəm deyin mənə. 15. 15. 24 On- saat axın var. 24 saat. 24 saatı olmağa bir damcı qalıb da bilirsiniz. Belə bir şey. Bax, mən ekranım hara getdi, özüm hara getdim, neynədik? Təmiz hara getdi. Nəysə, yəni belə bir şey söz idi ki, kimin ki ekran saatı çoxalırsa, onun balı o qədər azalmış olur. Yəni ekran saatı yeyəcəyinizə gedin rahatca yıxılın bir yerdə yatın. Aydındır? Bunu indirik, diqqət edirik. Mən ekranım hara getdi. İnşallah ümid edirəm ki, bu qrupdan, məsələn, dərsə qoşulan uşaqları gördüm kimi ilə adlarınızı baxacağım, sonra tək-tək skrin elədim. Ki, görüm kim qoşulur. Yəni qrupa qoşulaq, orada yəni ki, kimsə mənə bir dənə düzgün cavab deyəcək, mən də gəlib yazacağam. Belə bir sehirli dəyənəyimiz yoxdur. Sadəcə bu nədir? Sistemli təkrarlamaq istəyən, müəyyən yerlərə diqqət etmək istəyən uşaqlar üçündür. Aydındır? İnşallah ki, amma ki, qəbulda da düşəcək yerlərini inəyərək yazarıq. Təzədən nə edirik? Təzədən gəlirik hara? Qeyd eləməyə qaldığımız yerdən. Kimsə sual zadı varsa verə bilər, bir dəqiqə davam edək. Suallan varmı? Yoxdur. Var? Şah Süleyman Osmanlı ilə müharibə etmək istəyir. Kim? Şah Süleyman. Şah Süleyman, yox, Şah Süleymanla yada saxlayırıq ki, Şah Süleyman və 2-ci Abbas. Bunlar ikisi də Osmanlı ilə döyüşməyiblər. Hətta bu Şah Süleymana deyəndə ki, biz qardaşlarımız arxadan xəncər vurmayacağıq. İsfahanı da verməyə razıyıq, amma Osmanlı ilə döyüşməyəcəyik deyib. Tamam? Müəllim, mən də bir sual verə bilərəm. Aha, buyurun. Mənim xanlıqlar bir də Rus Qacar müharibələrindən biraz zəifəm. Onları əsas yerlərin haraları oxuya bilərəm. Ümumiyyətlə, xanlıqlar öyrənmək üçün Quba, Qarabağ, Şəki, Quba, Qarabağ, Şəki, bir də Urmiyanı öyrənəndə təxmin hamısını öyrənmiş kimi oluruq, bu belə. İkincisi, əgər məsəl üçün mövzu çətin gəlirsə, birbaşa götürüb, yəni ümumiləşmiş kitabdan oxumayın. Məsələn, dərslikdən oxuyun. Yəni məsələn 8-ci sinifdən oxuyun, nə bilim nə, analiz evdən oxumaq. Çünki çətin gələ bilər. Çünki orada hər şey qarışıq olur. Siz buradan öyrənirsiniz, yaxşı gedir, yaxşı gedir. 2 səhifə sonra hər şey yaddan çıxdı. Aydındır? Bəli, Rus Qacar bəs müharibələri? Rus-Qacar müharibəsi də dediyim şəkildə, məsələn, onu necə öyrənmək? Rus-Qacar müharibəsini öyrənməyin üsulu nədir? Yəni belə hissə-hissə öyrənmək. Bir öyrənirsən 1801-dən 1804-ə qədər olan hadisələri, oldu mu? Yəni məsəl üçün manifest verildi, 1802 keçən sınaqda işləmişdi Georgies, 1803 işlənə bilər, andlı öhdəlik neçə ildir gözləyirik. 1804 Gəncə tutuldu. Bunların müharibə ərəfəsini bir öyrənmək lazımdır. 1804 13-ü bir öyrənmək lazımdır. Oldu. Belə, yəni zaten burada nə döyüşlərdir, hadisələrdir falan. Sağ olun. Hissə-hissə öyrənmək ən yaxşısı. Hamısı məncə dərslikdən ola bilir. Dərslikdə daha yaxşı verilir həmənki hissə. Bir də nə olur? Uşaqların çoxsunu mən görürəm ki, əlini alır, məsəl üçün 50 dənə konspekt izləyir falan. Sıxıntı nədir bilirsən? Elə bir ki, bir dənə buna deyək davam edək. Məsəl üçün, bu 100%lik mətni oxuyub, siz 30% başa düşməlisiniz, oldu? Amma bu 30%lik konspekt kimi dalbadal yazan cümləni oxuyanda, siz zaten bu 30%-in yenə neçə, bu 30% sizin yazı 100% kimikdir, 100% material. Siz bunun yəni 30% adam yadında qalır və nə olmuş olur? Əsas öyrənəcəyiniz şeyin bu 30-un onda birini yadda saxlamış olursunuz. Ona görə birinci məsələni başa düşmək lazımdır söhbətdən. Ondan sonra bu ümumiləşmiş qısa şeylərdən oxumaq faydalıdır. Mən çox uşaqda görürəm ki, məsələn, atır və ya da ki, məsələn, hazıra gələndə, tapmışam, əldə eləmişəm hər şeyi, hamısını şey edəcəm. Sonra baxsan, nəyi qura bilməyib? Səbəb-nəticə əlaqəsini qura bilməyib. Məsələn, bu gedişatı müəyyən edə bilməyib. Ondan sonra 2-3 gün mutludur. Biraz sonra nə edə bilir o? Çətinlik çəkə bilir. Ona görə dərsliklərdən oxumaq məncə daha faydalı ola bilir. Yəni öyrənənə qədər. Getdik, gəldik ən maraqlı mövzuya. Əslində bu ən rahat dövrdür məncə. Bəli, Müəllim. bəli. Müəllim, bir də hər hansısa bir mövzunu oxuyandan sonra, məsələn, testini işləyə bilirəm, amma məsələn, hər hansı bir ölkəyə cənub tərəf ilhaq olunur və ya şimal tərəf, belə çətin hissələri birdən-birə öz-özümə sual verəndə cavab verə bilmirəm. Son 1-2 həftədə olub bunlar.
İmtahan stresiyle bağlı ola bilir, oldu mu? Ta imtahan stresi. Mesela belə olacaq ki, ta ki hansısa müqavilənin bütün şərtlərini xatırlaya bilməyəcəksiniz falan filan. Biraz sonra Bəli. mesela bəzi mükəmməliyyətçi tip insanlar ki, istəyir ki, məsəl üçün bu da 5 dənə maddə varsa 5-in dörgəsini elə eləməmək lazımdır da. Yəni bu siz özünüzü yəni şimdi bir şey əldə eləmirsiniz. Sadəcə demək lazımdır. Mən ümumi gedişatı bilirəm siz. Məsələn, Berlin Konqresinin bütün şərtlərini Azərbaycan üçün nəfər bilir ki. Amma ta ki 4 dənəsini mütləq bilmək lazımdır. İngiltərə aranı götürdü. Rusiyaya hara keçdi, hansı knyazlığa müstəqillik verdi. Rusiya nədir? Rusiya hansı ərazini geri qaytardı. Yəni belə hamısını öyrənin deyə bir şey yoxdur, aydındır? Bildim müəllim, çox sağ olun. Bu şəkildə. Davam edək qaldığımız yerdən. 11-13-cü əsr əvvəli Azərbaycan. Bir sual gəlir hardan? Bir sual gəlir 11-12-ci əsrlər. Məncə bu ən rahatı budur. Niyə? Çünki Səlcuqlar hamısı Səlcuqlar da çıxmış Məşdəğadan. Hardan çıxmış Səlcuqlar? Hardan gəlmişdilər? Baxırsınız videoya. Bəli, müəllim. Yəni ekran saatını göndərərsən. Tamam, davam edirik. Demək ki, Oğuz Səlcuq axınları, demək ki, Oğuz Səlcuq axınları 3-cü axın idi. Azərbaycana gəldilər. Biz bunu müsbət hadisə kimi qəbul edirik. Bundan situasiya sual gəlib. İkinci olaraq nəticə sözü var. Burada tarixi prosesdir. Azərbaycana gəldilər. Nə bilim Bizansın planı puç oldu. Azərbaycanda özlərini müttəfiq kimi gördü həmin iki dövlətlər o gəlməni. Sonra demək Səlcuqlardan gələnləri daha doğrusu gəlmə biz yaxşı çıxmadı. Soydaş kimi hesab elədilər. Bizdə elə bir iki dövlətə son qoyub Səlcuqlar. Baxın, ortaq cəhət var idi, belə bir imtahan sualı. Deyir ki, gəlin biz uyğunlaşdıraq. Ərəblər Azərbaycan dövləti son qoyublarmı? 651 Sasani. Azərbaycan dövlətinə 705 Bir də Albaniya Alban. son qoyublar, eləmi? Səlcuqlara gələk. Səlcuqlar bizə dövlətə son qoyublarmı? 1065, 1088 qoyublar. Tamam, əla. Gəldik. Hansı dövlətimiz? Cəlaləddin. Bu dövlət deyil, amma bu da iki dənəsinə son qoyub, eləmi? Birisi 1225, bir də 1227 belə bir şey. Eldənizlərin Aksunqurilər. Məlasız təbriklər. Daha sonra deyir ki, Monqollar son qoymadılar. Hülakilər Azərbaycana son qoymadı. Hülakilər ümumilikdə hansı dövlətə son qoydular? Gedir 1258-də. Ərəblər. Hülakilər. Abbasilər. Abbasilər, Hülakilər, yəni Monqollar bu dövlət son. Azərbaycana bir dövlət son qoymayıblar. Nə bilim, Qızıl Ordu Azərbaycandan hansı dövlətə son qoydu, gəldi? Hülakilər. Orada Hülakilər son qoydular. Aydın belə şeylər var. Demək ki, Səlcuqlar dövründə ərəblərin ortaq cəhət bu ola bilər. Deyir ki, Səlcuqlar dövründə Azərbaycanda məsəl üçün pul islahatı keçirib. Ərəblər dövründə pul islahatı keçirib. Vahid çəki ölçü pul var idi. Burada da ərəb pulları dinarzat buraxıldı. Yəni qəlb pulları yığışdırıldı. Burada torpaq məsəl üçün nə payladılar çoxlu? İqta. Burada nə paylayırlar? İqta. Amma İqta ilk dəfə də yarandı Ərəb dövründə. Burada isə ən geniş paylayan kim idi? Məlikşah. Məlikşah. Bunları neyiniz? Bilirsiniz, oldu. Sonra misal üçün belə bir şey deyə bilər. Demək ki, Səlcuqların Azərbaycanı işğalını və ya da tutmaq 1060 neçə götürəcək? 1066 götürəcək. Azərbaycanın demək ki, işğalının başa çatması Şirvan şahları tabe etməklə. Bir də belə bir sual var. Deyir ki, məsələn Səlcuqlar Azərbaycana kəşfiyyat yürüşünə gəliblər birinci. Eləmi? Kim idi kəşfiyyat yürüşü? 1015. 1015. Monqollar da kəşfiyyat yürüşünə gəlmişdilərmi? Birinci Monqol yürüşü. Birinci Monqol kəşfiyyat yürüşüdür. Okay? Bu şəkildə indirik, yadda saxlayırıq. Belə bu var. Məsəl üçün, amma Səlcuqlar bizə, məsəl üçün, Oğuz tayfaları 1028-də gəlməkdən 11-ci əsrin birinci yarısını danışırıq. Harada gəlib yerləşmişdilər? Vadilərdə Haqqıdan icazə verir. Sonra deyir ki, 11-ci əsrin 30-cu illərə yerləşiblər. Şəhadətlər arasında. Həm şimalda, həm cənubda yerləşiblər. Bunu eləyirik, yadda saxlayırıq. Bunlar məsəl üçün belə şeylər düşə bilir. Sonra demişdik ki, maraqlı hadisələr nədir? Məsəl üçün bir neçəsi yazaq. Ta ki, demək ki, 11-ci əsrin birinci yarısı məsələsi var. Birinci yarısı. Məsəl üçün hansını götürək? 1015-də dövlət yoxdur, Bizansı məğlub ediblər. 1048-də dövlət var, kimi məğlub ediblər? Bizansı məğlub ediblər. Oldu. Harada yazılgan Oğuz Səlcuqları bir də Şəddadilərdən bir kimi məğlub eləmişlər dedik? Bizans Erməni. 1040-da kimi məğlub ediblər? Qəznəliləri. O zaman deyək ki, Bizans və Qəznəlilər məğlub edib 11-ci əsrin neçənci yarısı götürə bilərik?
Birinci əsr. Amma əsas döyüş hansıdır uşaqlar? 11-ci əsrin ikinci yarısında olan hansı döyüş idi demişdik? Malazi. 1071. Hansı? Burada da Malazi. Peçenek, nə bilim Oğuz tayfaları var idi, eləmi? Peçeneklər, nə bilim də. Bunlar keçdilər hansı tərəfə? Biz tərəfə, Səlcuqlar tərəfə keçdilər. Bunu nədir? Yadda saxladıq. Gedək baxaq başqa nə proqram. Burada məncə elə bir çox bir şey yoxdur. Səlcuqlar yürüşünü bildik. Eldəniz Atabəy dövləti və Şirvanşah. Gələk buranı. Eldəniz dövlətini necə öyrənməli uşaqlar? Eldənizlər yazdıq bura. Eldənizlər. Deyirik ki, bura bir qeyd edirik. Eldənizlər 1136-dan demək ki 1225-ə qədər mövcud olublar. İndi belə bir şey deyəcək. Biraz qarışıq olan yeri yazıram sizə ki, təxmini yadda saxlayın deyə. Deyir ki, birinci Məlikşahdan sonra ortalıq biraz qarışdı. 1118-dən nə qədər bir yazdıq? 1000, düz yazmışdım. 1157-yə qədər dövr kim idi? Səncərin dövrü. Sultan Sancar. Sultan Səncər. Sultan Səncərin kitabında belə cümlə var. Deyir, onun dövründə elə sağlığında ikiyə bölünmüşdü, iki mərkəz. Ərəb Səlcuq, İraq Səlcuq və şey nədir? İraq Səlcuq sultanlığı var idi, oldu. Yəni bir də elə bir ki, İraq və elə bir ki, Əcəm və Ərəb mənasında gedirdi, elə bir ki, oldu. Deyirik ki, 1157 bu öləndən sonra dövləti çoxlu nələrə bölünəcək uşaqlar? Çoxlu atabəyliklərə bölünəcək. Nə oldu? İndi bu 1136-da var. Yəni bunlar hansı dövlətin gedişatında bunlar var idilər elə? Bir dənə burada diqqət edək. Eldənizlərlə Səlcuqlar ikisi eyni anda niyə idi Azərbaycanda? İkisi də eyni anda mövcud oldular. Bunu gördük mü? Hamı gördü mü? Amma bir dənə belə cümlə var xatırlayırsa. 1160-da kim böyük Atabəy titulu aldı? Şəmsəddin. Və böyük Atabəy titulu alıb haranı idarə edə bilirdi bu həm də? İraq, Səlcuq sultanı. Aydın nə demək istədiyim? Yəni desək ki, bax çaşdırma, imtahanda yadına düşməyə bilir də. Demək ki, eyni anda bax bu dövlətdən vaxt süqut edib Səlcuq 1157. Buna vaxt yaranıb 1136-da yəni ikisi eyni anda eyni mövcud olub. Okeydir. Bunu başa düşək də, yəni bir dənə burada niyə diqqət edin. Zamanla bağlı məncə burada bir çətin. Eldənizlərlə Səlcuqlar döyüşüblər. Eldənizlərlə Səlcuqlar döyüşüblər desək düz götürürük. Xeyr. Səlcuqlar çünki deyirik ki, belə bir cümlə işlətdim ki, Sultan Səncərin dövründə nə etmişdi? İki yerdən idarə olundu. Çünki dövlət zəifləmişdi. İki yerə bölünmüşdü, oldu. Böləndən sonra isə çoxlu yerə parçalandı, tamam? Biz belə demirik, yəni belə bir cümlə kitabımızda yoxdur. Kimlə? Eldənizlə kim döyüşməyib? Çünki bunlar dövləti necə yaradıblar? İqta olaraq alıblar. Aydındır? Yəni döyüşüb almayıblar. Nə ediblər? Ərazini götürüb nə edibdi bu? Kim vermişdi buna deyir? Sultan Məsud xidmətə görə vermişdi. 1160-da nə oldu bəs? Bu oğulluğunu nə elan elədi? Arslanşah Sultan elan etdi. Arslan. Bizim İraq Səlcuq sultanı ilə döyüşümüz 1190-dır. Bu nə adam kimdir bəs? Qızıl Arslan. Qızıl Okey, başa düşdük mən bu nə demək istədiyimi? Burada Eldəniz bunların güclü olduğunu qəbul edirdi, yəni. Müəllim, indi birinci Səlcuqlar tutmuşdu bütün Azərbaycanı vahid şəkildə. Sonra Eldənizlər tutur. Düşündüm ki, o Səlcuqlardan alıb ki, vahid şəkildə birləşdirib. Belə deyək. Bizim güclənməyimiz Azərbaycan bütöv olaraq tutması 1160 götürəcək. 1160-a qədər 1136-da har olub Azərbaycanın şimalı mərkəzdə idi. Naxçıvan idi. Elə bir ki, o Ağan ərazisi idi, tamam? Bildim müəllim, çox sağ ol. Sadəcə çətin sual düşsə, bir dənə bunu yadın. Səlcuqla Eldəniz eyni anda mövcud olublar. Neçənci əsrə düşür ikisi də? İkisi də 11-ci əsrin, 12-ci əsrin birinci arasında ikisi də mövcud olub Azərbaycanda. Okey. İkinci arasında da 1150-də süqut edib. Nəysə, bunu mən belə deyək. Nə üçün? Bu bir sual nümunəsi var idi. Orada yadımda qalmışdı. Gəldi Şirvanşah söhbəti, biraz çətin hissəsi budur. Şirvanşahlar başımıza oyun açıblar da bizim. Deməli uşaqlar, bax bu hissəsini hamı öyrənə bilir, yəni bizim burada pişik belə öyrənər biraz çox danışsa. 861-dən 1027-yə qədərki dövr. Nədir bu? Bu dövr rahat dövrdür. Hansı dövrdür? Məzədə dövr. Bunu qoyduq bir tərəfə. Yəni burada elə bir çox bir şey yoxdur. Amma burada dananın quyruğu qopan yerlərdir. 1027-dən 1380. Kim gəlir biz asıla salır da 7 ayıqdıq. Belə qarışıqlıq olacaq. Bax görək nə var burada indi. Deyir ki, bu dövr nə dövrdür uşaqlar? Kəsrani. İndi burada nəyə yazırıq? Deməli, birinci 1066-da düşürük Səlcuqlardan asılı. Razısınız? 1066-da. Sonra 1160-da düşürük kimdən asıla? Eldənizdən. 1190-da təzədən biz asıla salırlar. Çünki nə eləməlisi? Özümüzə gəlmişdik də biraz. Kim idi? O birinci Axistan dövrü.
Qızıl Arslan 1, 2. Sonra üçüncü düşürük. Demək ki 1227-dən kimdən asılı düşürük? Xarəzmşah Cəlalət. Cəlalətindən. Oldu Cəlalətindən. İndi bir dənə burada biraz bir ara var. Baxın. Deyək həm də eyni vaxtı biz 1066-dan 1123-ə qədərki dövrdə kimdən də asılı idik? Arada elə bir də. İraq Səlcuqlu. Səlcuqlardan. Səlcuqlardan da vəsiyyət olaraq kim bizdən gələcək üzərinə? Sultan neydi adamın adı? Sultan Məsud. Sultan Mahmud. Eləmi? Niyə burada 1123 yazmışıq? Çünki hələ 1157 olmayıb. Aydın elə 1157 olmayıb. Sonra deyirik ki, asılları düşənlər. Sonra 1000 demək yazaq 1239 1256 nəyin tərkibində oluruq? Monqolistan. Ali Monqolistan. 1200 demək ki 58-dən də ta neçəyə qədər uşaqlar? 1357-yə qədər kimdən asılı oluruq? Hülakilər. Ağlasınız. 1367-dən də təxmini bir belə deyək də 1410-a qədərki dövrdə deyirik nə idi bu? Biraz qarışıq. Aslında o 1410 tam götürmürük, amma 1367-dən təxmini bir 1405 zad var idi. 1405, nə 1406. Biraz qarışıqlıqdır. 1386-da kimlə ittifaq bağlayırıq? Əmir Teymur. Əmir Teymur. Məncə ən çətin dövr elə Eldənizlə nə dövrüdür? Demək ki, bu kəskinələr dövrüdür. Məsələn, mən sizə nəyi öyrənməyinizi istəyirəm burada? Bir dənə bunu deyək. Demək ki, öyrənin lütfən nəyi? Burada ulduz adam var bir dənə. Kimdir bu? Birinci Aksitan. Birinci Aksitan çoxlu iş görür. Gedin Aksitanın daxili və xarici siyasətini öyrənin. Oldu? Məsəl üçün, daxili nəyi təmir elətdirmişdi deyir? Dərbənd sədrliyi. Hətta ki, onun dövrü inkişaf dövrü oldu, sabitlik falan. Nəyin öyrənim? Sadəcə necə? Zəlzələ də birinci Aksistan dövründə olmamışdı. Bəli, paytaxt dəyişdirmək, məsəl üçün deyə bilərsiniz, eləmi? Məsələn, quruculuq işləri görmək falan filan. Xarici siyasət, Gürcü ilə dost, Atabey ilə dost, Səlcuqla münasibəti qaydaya salmaq, Slavyan hücumuna qarşı nə etmək? Mübarizə aparmaq oldu. Birinci Aksistan mütləq. Hakimiyyəti Atabeylər gətirmişdi. Bəli, 1160-dan deyirik ki, 1190 neçə qədər? 6-ya qədər. 96-ya qədər. Bunu elədik, cibimizə qoyduq. Yəni birinci Aksistan hamı öyrənsin. Heç nə bilməyən adam, tək mən bilmirəm. Lənətə gəlsin Şirvanşahlar deyən adam, buralardan başım çıxmır. Yəni. Bu birinci Aksistanı öyrənsin oldu. Yox, məsəl üçün mənim üçün sıxıntı deyil. Bir də başqa kim öyrənim deyən adam olsa, o da getsin tutaq kimi, demək ki, üçüncü kim idi o? Mənüçöhür. O da başımızın bəlası. Gedir kimlə ittifaq qurur? Gürcülərlə, eləmi? Sonra mən hətta deyirik ki, Tamarla evlənir falan filan. Burada bir serial var. Sonra deyirik ki, kimə xərac verməyə dayanır? Xarici siyasəti dəyişdirir. Nə edir? İraq Səlcuqlara. Bəli, siyasəti dəyişir. Sonra təzədən deyirik ki, kimin təhlükəsinə üz-üzə qalır? Gürcülərin falan filan. Bir də var deyə Hülakilərdən asılı idi. Axistan idi. İkinci Aksistan. Onu mu deyirsən? Verməm. Bu adam çoxdur. Adam çox. Nə qədər sən adam var yəni. Belə. Demək Şirvanşah söhbətini kapatdıq buradan. Bizə lazım olan cümlə nədir? Deyirəm təhsil, elm inkişafı, intibah dövrüdür, yüksəlişdir. Burada nəyə sonra dövrün nəyə? Bu dövrün memarlıq məktəbi nədir? Naxçıvan memarlıq məktəbi. Daha geniş danışmırıq çünki bunu izah eləmişik. Sonra gəldik ki, Monqolların Azərbaycana üç yürüyüş olub, Cəlaləddin gəldi, dedik bayaq başımıza daş saldı. Sonra Hülakilər dövlətin tərkibinə. Burada görək nə soruşur bizdən. Demək ki, vergini öyrəndik, torpağı öyrən. Sonra Qazan xan islahatda ikinci konstitusiyası sual olmuşdu. Çobanilərin hakimiyyəti 3 ildir var qəbul proqramında heç düşməyib. Çobanilər dövrü neçə götürürük dedik, yəni bir dövrləşmə olsa. 1307. 138-dən 1357-yə qədər. 1357. Bu nə yadda saydı? Məsəl üçün 1344 mü düşmüşdü imtahanda? 14-cü Məlik əsrin Əşrəf. 40-ında. Var idi belə bir şey? Məlik Əşrəfin üsyanı. Arada düşdü, Otikada düşdü, sınaqda düşdü. Bu yaxına o qədər test izah eləmiş, yadından çıxardı, harası düşdü. Sonra gəldi ki, uşaqlar, Hülakilərin zəifləməsi və süqutu. Sonra nə dövrüdür? Cəla iri dövlət. Cəlairi necə öyrənəcəyik? Gedək bura. Demək ki, misal üçün mən nə sual salaram sizə? Deyirəm ki, misal üçün bir Məhəmməd Olcaytını yadda saxlayın. Nə eləmişdi o? Qazan xan islahatlarını davam elətdirmişdi. Bir də yüksəliş davam edirdik. Hər şey yaxşıdır. Birisi bu.
İkincisi deyirik ki ne var idi? Əbu Səiddən bu sual soruşuram. 1335. Kim hücum edir bura? Qızıl Ordu. Qızıl Ordu. Neydi adamın adı? Özbək. Özbək xan. Bunu xatırlayırsınız Özbək xanı. Üçüncü nəyi soruşaram? Ta ki, buraları bitirdik deyə buraları bilirsiniz. Deyərəm ki, məsəl üçün Cəla İğrilərə gəldik. Bunlar nə 1340-lar da yarandılar Bağdadda Bağdadda. 1359-ların özünə paytaxt elədilər Azərbaycan. Təbriz. Təbrizi. Sonra deyək ki, Azərbaycan şimalının hakimiyyətini yaydılar neçədə? 1367. Yəni Şirvanşahlar tabe elədilər. Burada da bir ki, 3 dənə adam danışır. Həsən, bu neyin idi? Yaradan. Bağdadda İkincisi, güclü adam kim idi? Şeyx Üveys, Üveys. O neynədir? Deyirik ki, Kiş. Və son adam da kim idi? Sultan Sultan Əhməd. Sultan Əhmədin başı bəlalıdır. Deyirik ki, bunun dövründə, məsələn, 1385-də bunun paytaxtını kim tutur? həm Teymur, Əmir Teymur. 1390 neçə? Neçə idi bu? 1394 hansı döyüş idi? Bağdad. 95 Terek. Bağdad 1390 döyüşü. Bağdad Bağdad döyüşü. döyüşü. Eşitdi belə bir şey. Bağdad döyüşünün hansı dövlət yox idi dedik? Qaraqoyun yoxdur, amma hansı dövlət var idi? Teymurlər. Zavarlar. Cəlairlər var idi, bəli. Kimlə döyüşür? Teymurilərlə döyüşüb. Bu da belə. Yəni ki, Cəlairdən çətin sual salsaq bunu sala bilərik. Sonraki hissəyə baxaq, buranı bir dənə bitirməyə çalışaq. Gəldik. Sonra hansı məncə bu şey dövrü isə asandır. Bu hansı dövr? Şirvanşahların bu dövrü. Yəni ki, hansı yazılır? Nə dövrüdür bu? Dərbəndilər, Dərbəndilər. Dərbənddə görə kimlər var? Birinci ulduzlu adamımız kimdir? İbrahim Dərbəndi. Bu Azərbaycanı qısa müddətlik nə etmişdi? vahid dövlətə Birləşdirib. birləşdirilmiş. Çox adamın bilmədiyi döyüş deyirəm. Adətən belə şeylər salırlar imtahan 15-ci əsrdə. 1405 Öməri harda məğlub elədi? Kür döyüşündə. Kür. İki dənə Kür döyüşü var bunda. Demək belə düşəcək. 15-ci əsrin ilk 10 illiyindəki Kür döyüşünə qalib gəlib. 15-ci əsrin İkinci ikinci önündə məğlub oldu. Qaraqqoyundan atlı vəzifə düşüb. bəli. 1412 Kürdə isə nə olubdu? Qaraqoyunludan Qara Yusifə Məğlub olub. məğlub olub. Aydın. Burada minus, burada plus qoyduq, tamam. Bu döyüşdə əhəmiyyəti odur ki, öz hakimiyyətini araya alıb Azərbaycan Qarabağa da yayıb. Baxın, Qarabağ falan var. Yəni şimala yaydı deyir, okey. Bu nədir? Gördük. Sonra İbrahim Dərbəndi sonra nədir? Nə bilim. Teymurlərdən atıldığı qəbul etmiş. Aha, əla. Məsələn, neçədə 1386 bunu deyə bilərik. Nə bilim, öz hakimiyyətini nə bilir şimala yayıb. İkinci parça qəşəng situasiya ola bilərdi ki, İbrahim Dərbəndi. Yəni amma normalda ikinci qrupları yəqin ki, yaxşı yazmasınlar bir yanaşması var. Çünki adam çoxdur. O zaman situasiyanı hardan salarlar? Yəni ki, 20-ci əsrlərdən falan salarlar. Nə bilim, Sovet dövründən mi salarlar artıq, yoxsa 20-ci əsrdən falan orasını bilmirəm. Amma bu fikir tapmaq lazımdır. Yəni üçüncü qrupların neçə faiz Azərbaycan dilindən, yəni ehtimal, Azərbaycan tarixindən ehtimal var çalmaqları. Situasiyanı. Adətən yoxdur. Adətən elə bir yəni ehtimal azdır. Sadəcə bu şey olsa sala bilər. Məsəl üçün yenidən qurma, nə bilim, həm ümumi tarixlə, həm də Azərbaycan tarixinə əlaqəli mövzular var. Kollektivləşmə, belə şeylər olanda sual düşür. Adətən. Aydındır. Gəldik bura baxırıq. Teymur, Toxtamış. Amma yenə də belə deyək də, Azərbaycan tarixində elə çox da belə situasiyada tapa bilməyəcəyiniz mövzu yoxdur axı. Yəni, məsələn, bu nədir görürsən, bunu bilmirəm mən, yaza bilmərəm. Elə bir şey varmı ki? Bilmirəm, məncə olmaması lazımdır. Gəldik bura Toxtamış və Teymurun yürüşlərini danışdıq. Ümumilikdə Toxtamış deyirik ki, haranı tutdu 1385-də? Təbrizi, Və Toxtamışın da Teymurun 3 dənə yürüşünü öyrənirik. Demək ki, 1385, 1392 falan filan. Bura çatacaqdıq bu gün. Görək necə edirik. Çatarıq inşallah. Qalan hissədə sabah biraz daha açıq beyinlə qalan hissənin hamısını danışacağıq. Deməli, baxaq görək nə var burada. Bayağı bir mövzumuz var, amma çatacağıq, narahat olmayın. Xüsusən mən haranı istəyirəm yaxşı danışaq. Demək ki, haranı danışaq. Baxaq. Bu hissələri yəni, sabah daha rahat danışaq. Hansı da uşaqların qarışdırdığı, yaza bilmədiyi görürüz. Baxın, hansı bölmədən sual gəldi, yaza bilmədilər. Demək ki, Heydər Əliyevin dövründə
Məsələn, burada xarici siyasət keçən il gəlmişdi. Uşaqların çoxusu çətinlik çəkmişdi xarici siyasət. Deyirik ki, burada nə var indi? Demokratik dövlət quruculuğu. Məsələn, sosial-iqtisadi siyasət mədəniyyət şeyinə gəldi bu. Sınaqda gəldi, eləmi? Bəli, mənim də öyle. İkinci mərhələ çox adama biraz qarışıq gəlir. Niyə birisi çətin gəlir? Çünki biz Teymurilərdə o qədər sual cavab biləmişik ki, hazırlıq müddətində də müəllimlərin çoxsu uşaqların. Amma hara gəlib çatanda artıq ya uşaqlar ya da hamı yorulur. Yəni təxmini buradan sonra söhbət ölür yəni. Bax, buradan sonra hardan oyur? Maksimum gəlinir adamlar hara qədər deyim, bax bura qədər. Burada hamı 2-ci Dünya müharibəsini görür. Ya Allah, ondan sonra aş gəlsin mahnısı başlayır. Çünki o qədər məlumat var ki, sual cavab verib qurtarmaq olmur. Bura qədər bəlkə də gəlmək olur hamı ilə. Nəysə biz qaldığımız yeri bitirək bu gün. Buralar rahat ellər yəni ki, baxaq demək ki, nə danışdıq? Deməli, bir sual dik buradan gəlir, danışdıq bunu yazırsınız. Bir sual 13, 14-cü bir bölmə budur. Buradan sual gəlir. Bir sual isə hansı bölmədən gəlir? Bax buradan. Demək ki, bu gün neçə suallıq danışmış olduq? 5 bayaq idi. 3 dənə danışsa 8 suallıq danışmış olacağıq. Aha, demək ki, uşaqlara qara qoyun, ağ qoyunda necə sual salaq? 2 sual formamız var. Yəni gəlin onları danışaq. Misal üçün, 2 nəfər salmışıq Cahanşah. Məsələn, şimdi yazaq Qara Yusif yazırıq bura. Qəbula sual fikirləşirik özümüzdən. Yazıq Qara Yusif. Necə qara qoyun olsun. Uşaqlar necə onu yaza bilmirlər dedik. Məsəl üçün, daxili siyasəti uşaqlar çətinlik çəkirlər. Ta ki, məsəl üçün, nə söhbəti var idi? Atıram, ta ki, deyə bilər ki, məsəl üçün, nizami ordu yaratıb, ordu quruculuğu, nə bilim, soyurqal, nə demək? Paylamaq, ordu düzəltmək. Amma nə edə bilmədi? Birləşmiş Dövlətlər. Bəli, mərkəzləşmiş dövlət olmadı. Yəni orada da yazacaq oldu, misal üçün sən qarışdırsan deyə oldu. İkincisi, ta ki, burada da xarici siyasət. Misal üçün xarici siyasətdə Qaraqoyunlu dövləti, ta ki, Şirvanşah asıl saldı falan, amma Qarayüzün dövrünə söhbət edir də. Deyə bilər ki, misal üçün Cahanşahla, məsələn, Cahanşaha məğlub oldu. Amma normalda bir Cahanşah neymiş? Şahruxa. Şahrux nə vaxt hücum eləmişdi bunun üzərinə? 1421. 1420'lər. Hə 20-lərdə. 20-lərdə biz buna qalib gəlmişdi. Belə bir şey qalib gəlmiş. Amma 1421 hansı döyüşdə iştirak eləməyibdi Qara Yusif? Asker. 1435 Təbriz. Yəni bunlar da yoxdur adam. Ölüb çünki. Aydın burada bastıraq bunu. Çıxmasın buradan. Çünki burada ölüb. Aydın da. Qara Yusif aid deyil. Yəni bu iki döyüş aid deyil. Amma qalib gəlib bəli gəlib. Amma bu iki döyüşdə qalib gəlməyib. Yəni bunu eləmək qarışdırmayaq. Sonra eynən, misal üçün, Cahanşah düşür və ya bir də bir sual nümunəsi var. Burada adam verir, filan kəsdən fərqli olur. Burada 2 dənə hökmdar verir, nə bilim. Qara Yusif də Cahanşah da Osmanlı ilə münasibəti necə olub xarici siyasətdə? Dostluq münasibəti falan. Belə şeylərdən sual sala bilir. Buna lütfən diqqət edək. Ağqoyunlu çox bərəkətli mövzudur. Yəni nə qədər istəyən sual. Çünki sonuçda Qaraqoyunluda 2 adam var da əsas. Birisi Qara Yusif, birisi kimdir? Cahanşahda və böyük iş görənlər. Eləmi? Məsəl üçün Cahanşahın, məsəl üçün biz Qara İskəndərin daxili siyasətdə elə bir şey çox eşitməmişik. Qara İskəndərdə var bir cümlə var ki, hakimiyyətə gələndə kim onu qəbullanmadı deyir. Ordudakı adam qəbullanmadı, hansı döyüşdə məğlub oldu? Asker. Alaşkerdə məğlub oldu. Amma daha bu nəsə bir islahat keçirdi. Amma məsəl üçün Cahanşahda var, nə bilim, iqtisadi islahat keçirdi, yerli feodalların tərəfini tutdu, Qazan xan kimi, nə bilim. Sonra nə elədi? Ordusunu gücləndirdi. Xarici siyasətdə Şirvanşahlarla müttəfiq oldu. Şirvanşahlar nerede müttəfiq olub? Cahanşah kim bilir? 1460 Hə, 1460. Bunları lütfən diqqət eləyək. İndi gələk biraz daha üzdə olan şeylərdən danışaq. Ta ki, gəldi Kara. Uşaqlar dövlətlə bağlı nəyə qarışdırır? Baxaq, 1468-dən sonra dövlət yaranacaq deyirik. Ağqoyunlu. Ağqoyunlu yaranacaq, eləmi? O zaman desək ki, Ağqoyunlu dövləti Qaraqoyunluya son qoyub. Bu düz fikirmi? Devlet yok. Çünki ikisi eyni anda dövlət olaraq yoxdurlar, aydındır? Son qoyub yerində dövlət yaratdı. Aysa əla. Demək, son qoyub yerinə dövlət yaradıb deyəcək, super. Yəni bir-birinin nəyi olan dövlətlər davam. Eyni şey biz harda eşitmiş bilirsiniz. Saci, Salari, bir də Rəvvadi yazır, gəlirmi? Yəni Saci ölür, yerində nə yaranır? Salari ölür, yerində nə olur? Rəvvadi yaranır, okey? Ağqoyunlu və Qaraqoyunlu mübarizə aparmayıbsa döyüşməyib. Dövlət yox. Amma Ağqoyunlular və Qaraqoyunlu bunu izah eləməlisən. Baxaq. Desək ki, Baharlılar və Bayandurlular. Bunlar döyüşüblər. Oldu. Hansı söz dedik bayaq şeydə,
standartda. Üçüncü ifadəmiz nəyə bilməkdir uşaq? Nə yazmışdıq bura? Üçüncü anlayış nə idi uşaqlar? Dövlət. Yəni bunu qarışsız, yəni səhv yazmalısınız. Demək ki, Baharlı ilə Bayandurlu döyüşüb, Ağqoyunlu ilə Qaraqoyunlu döyüşüb. Amma dövlət döyüşməyib. Oldu? Bu nədir? Başa düşdük inşallah. Başa düşməyən varsa 20 dəfə də izah eləmək olar, amma biraz diqqətlə qulaq assanız video atacağım. Yəni başa düşərsiniz ki, nə demək istəyirəm. Yəni eyni anda ikisi mövcud olmayıblar. Bu da belə getdi. Bu da belə getdi. Gəldik ki, deyir ki, maraqlı bir mövzudur. Nədir onun adı? Hansı mövzu maraqlıdır? Maraqlı mövzumuz deyir ki, Ağqoyunun hökmdarları. Bir dənə gedək bura. Ağqoyun ilk dəfə nə ölkə dövlətimizdə ilk dəfə Avropa dövlətləri Avropa ilə əlaqə saxlayıb. Oldu. Sonra deyir ki, 1475-də kimlə əlaqə saxlayıb Ağqoyunu? Venesiya ilə. Qızıl Ordu. Demək ki, Moskva Knyazlığı. knyazlığı ilə. Eşitdiniz belə bir şey? Üçüncü cavab Moskva knyazlığı, tamam. Demişdik ki, amma bundan daha öncə kimlə də əlaqə saxlamışdı? Qızıl Ordu ilə bir əlaqə saxlamışdı. Bu hamısı kimin dövrüdür uşaqlar? Uzun Həsən. Uzun Həsən deyirik ki, Trabzonda nə idi? Trabzondan qohum. Amma indi gələk belə. Yazsaq ki, Ağqoyunlu dövləti ilə, baxın diqqətli olun, xahiş edirəm. Saat 12-nin yarısıda yuxu ola bilərsiniz. Ağqoyunlu dövləti ilə Trabzon krallığı müttəfiq olub, qohum deyə bilərsinizmi? Çünki Neçədə ölüb bu? Dövlət deyil. 61-də ölüb. Aydın. Bu nə vaxt yaranıbdı? 8. Məncə bir də çox yəni ki, çətin danışmıram. Yəni bunu hamı imtahandan edə bilər, düz yaza bilər. Dedik ki, deməli nə anlayışlarını fərqləndiririk. Eyni şey məsəl üçün Qaraqoyunda da var. Məsəl üçün deyirik ki, Əsəd döyüşündə neçənci ildə elə? 1410-dur. Aydın. Qaraqoyunu ilə Cəlali döyüşür, amma Qaraqoyunu dövləti elə yaranmayıb. Oldu? döyüşdən sonra yaranır. Döyüşdən sonra gedib Təbrizdə belədirlər. Bu hissələr belə əlaqəli mövzulardır. İndi keçək hara? Demək ki, baxaq 1461-də deyir ki, oradan Qoyulu Hisar döyüşü və sülhü olub. Eynən deyir ki, 1472, 1473 burada Osmanlı döyüşlər. Demək ki, dövlət yaranmaqdan öncə də döyüşüblər. Dövlət yaranandan sonra da kimlə döyüşüblər? Ağqoyunlu Osmanlı. Tamamdır. Bunlar yəni uşaqlar adətən çaşdıran şeylər olduğu üçün bunların üzərində dayanır. Gedək başqa nə çaşdırır? Məsəl üçün mən olsam bunu salaram uşaqlar tapmasın. Xassə əskərləri harada var idi? Ağqoyun Qarabağ. Ağqoyunuda. Nə işə baxırdı xassə əskərləri? Ordunun əsasını təşkil edirlər. Şah ordusu da hökmdar ordusunun əsasını belə gücünü təşkil edir. Baxaq görək nə varmış burada. Təbriklər. Deyir ki, o şeydə xəzinədən ona xüsusi pul ayrılırdı, xassə torpaqlarından daha doğrusu onun hesabına. Azərbaycan uğrunda mübarizə kim öldü 1435-də? Teymur. Qaraqoyun dövləti yarandı. Təbii ki, arada döyüşlər vardı. 1406, 1408, Sərudurd ən çox işlənən döyüş. Baharlı Sulası hakimiyyətə gəldi. Qara Yusifi başa düşək deyir. Qaraqoyun hökmdarlarının Teymurilərlə mübarizəsi. Baxın, 3 dənə adamdan danışırıq eləkilik. Demək, Qara Yusif döyüşüb, Qara İskəndər döyüşüb, Cahanşah döyüşüb, Həsən Əli döyüşməyib bir dənə hökmdarlardan. Sonra deyir ki, Cahanşahla bu məsələ bitdi. İndi Ağqoyunu nə yazılıb burada? Bəyliyi. Ağqoyun Osmanlı münasibətləri kəskinləşdi. Bunun səbəbi nə idi kəskinləşməsinin? Trabzonun fəthi xristian dövlətlərinə son qoyması. Sonra Ağqoyun dövləti yarandı. Bayandurlu Sulası hakimiyyətə gəldi. Eləmi? Eyni şey yarandı. Həsən Padşah, Avropa dövlətləri ilə əlaqə, Sara Xatun, bu Instagramdakı video. Deyir, Osmanlı dövləti ilə müharibələr, Həsən Padşahın varislərin hakimiyyəti, ortalıq qarışacaq. İndi gedək biraz buradan baxaq, görək nə var. Bizə belə sual düşə bilər. Biraz yekunlaşdırıq hazır 5-10 dəqiqəyə. Bunlardan birisi Sultan, kim idi bu uşaqlar? Yaqub. Var idi mi? Sultan Yaqub Şirvanşahlarla münasibəti atası kimin eləyib? Dostluğu davam. Hətta hansı döyüşdə müttəfiqdilər? Şahdağ döyüşündə. Atasından fərqli olaraq iki dənə şey var. Birisi Osmanlı ilə demək ki, dostluq, eləm dostluq. Kim idi? İkinci
Bəyazit. Bəyaz. Bir də kim atasına fərqli olaraq kimlə düşmən olur? Elə bir düşmənliyin yerini dəyişir də. Şeyx He- Heydər. Bu da Səfəvi dövləti yox. Kim? Səfəvi hakimləri deyəcək oldu. Demək Sultan Yaqubun dövrü daxili siyasəti nə oldu? Durğunluq. Eşitmiş belə bir şey? Bu da belə bir cümlə bizə lazım ola bilər. Sultan Yaqub deyirik ki, hakimiyyətdən gedəcək. Sonra kimlə danışırıq? Orada çox belə məlumat yoxdur. Baysunqur. Baysunqur Həzrətləri. Baysunqurdan belə qeyri-adi bir şey, sadəcə hakimiyyətə gəldi, hakimiyyətdən getdi. Amma belə bir adam var. Rüstəm Rüstəm sonraki. Mirzə, eləmi? Rüstəm Mirzə nə payladı çoxlu? Soyurqal. İlk vaxtlar kimlə yaxın oldu? Yəni Sı ilə. Səfəvilərlə arası nə oldu? Yaxşı oldu. Amma sonra bu işin içində bir dənə xətt çəkdi. Nə elədi? Çəməsi döyüşü nədir? Səfəviləri nə vardı? Məğlub elədi. Bu kimdir? Bizim Rüstəm Mirzəmiz. Tamamdır. Soyurqal paylayıb çoxlu. Bunun soyurqal paylamasının qarşısını alan, azaldan adam kim olub bəs? Gödək Əhməd. Gödək Əhməd. Gödək Əhmədlə bağlı 3 dənə siyasət eləyib. 1, 2, 3. Birisi soyurqalı nədir? Ləğv elədi. Məhdudlaşdırdı. Məhdudlaşdırdı. 20 dənə vergini Ləğv elədi. nədir? Ləğv elədi. Bir də idarə etmədə nə edirdi uşaqlar? Dəyişiklik eləyir. İdarə etmədə deyirik ki, Osmanlı tipi yaratması. Osmanlı tipində dövlət idarə. Çünki kimin nəvəsi idi bu? Arsa. Gəlin bir dənə əlaqə quraq. Demək ki, deyir ki, məsəl üçün qiyam olmaq baxımından. Qaraqoyunda qiyam olubmu? Olur, Sultan 1459-da. Budara. Olub. Şurada. Ağqoyunluda bir qiyam olub bu. 174. 1474-də olub. Bəli. Kimi Uğurlu Məhəmməd. Demək 15-ci əsrin ikinci yarısında hər ikisinin ortaq cəhətini deyə bilərik. Qiyamın olması bu qədər belə lap çətin sual sarıda bizi başımızı xıra bir imtahanda. Deyirik ki, gəldik hara? Deməli, bir də 1300 demək ki 82-də hardasa bir üsyan olmuşlar qaydada. Burada Şirvanşahlarda. Şirvanşahlar kimə qarşı üsyan olmuşdu? Hüşəngə qarşı. Fişəngini çəkmişlər, getmişdi ya Allah. Burada birinci İbrahim gəldi hakimiyyətə. İbrahim Cəs Sülay deyəcək. Gəldi Şeyx Səfəddin 13-cü əsrdir, varisləri Şeyx Cüneyd ki, hansı döyüşüydü? Şeyx Cüneyd Samur döyüşü, Şeyx Heydər ki, hansı döyüşüydü? Şahdağ. Şahdağ. Sonra da digər fəaliyyətidir ki, Sultanəli Şəməsidə əsas adamımız da kim idi? İsmail onu necəyik? Hakimiyyətə gətirəcəyik. Bu idarəçilikdə kənqaş sözü OTK-da işlənib nə idi demişdik? Kənqaş, gənəş. Ordu ilə bağlı bir başlıq verir. Burada nəyə yadda saxladıq dedik? Bir elatı, bir də nəyi? Xas səsgərləri saxladıq, eləmi? Vergiləri ləğv eləməyə çalışan adamımız kim idi? Azaltmağa çalışan adam doğrusu. Azaltmağa çalışan adam olub, uzun ortaq cəhətdə bax. Uzun Həsən hansı vergini ləğv eləmək istəyirdi? Ləğv eləməyə çalışır, amma birinci təhmasib edir. Deyəcək, tamam. Uzun Həsən azaltdığı vergisi hansı olubdu? Mal, cəhət. Vergini ləğv edən adam kim olub o zaman? Birinci Təhmas. Gödək Əhməd. Buradan danışırıq. Gödək Əhməd, tamam. Ağqoyunu. Okeydik, başa düşdünüz demək istədiyim? Bəli. Sonra 15-ci əsr ən çox testlərdə işlənən yaranan torpaq hansı idi? Dövləti zəiflədir həm də. Soyurqal. Soyurqal. Son cümləmiz burayla bağlı. Nə qara qoyunlu, nə ağ qoyunlu, nə deyil? Mərkəzləşmiş dövlət deyil. İki dənə səbəb. Bir elat, bir dənə soyurqal. Bunlar mane olublar. Tamamdır belə. Sonraki hissəmizdə var burada torpağı. İqtisadi dirçəli işlədik ki, qanunnamə zad kim idi? Qanunnamə. Uzun Həsən. Uzun Həsən tamam. Elm və təhsil deyir ki, Monqollar dövründə pis təsir eləsə də, Qazan xandan, Mahmuddan sonra düzələcək. Memarlıq abidələri, xüsusən Gülüstan türbəsini, Bərdət türbəsini, Ərk qalasını, sonra nə var burada başqa? Mağara rəsədxanasını mütləq bilək, yəni bunlar çox işlənib. Bir də mədəniyyətlə bağlı 13-14-cü əsr memarlıq məktəbi nə idi demişdik? Təbriz Memarlıq Məktəbi. Bura qədər gəldik. Təxminən əsr çatdıq. 15-ci əsr çatdıq. Sabahda qaldığımız yerdən inəcəyik.
davam edəcək. Videosu qoşula bilməyənlər üçün videosunu atacağıq ki, onlar dinləyə bilsinlər, öyrənə bilsinlər. Təxmini Azərbaycan tarixindən imtahana qəbula düşür. Neçə sual? Təxmini 14-15 sual düşür. Sırf Azərbaycan tarixindən. 3-4 sual ortaq düşür. Qalan 13 sual da sırf ümumi tarixdən düşür. Aydındır? 3 sual heç ortaq düşür. Ümumi tarixdən zamanı soruşur, Azərbaycanda nəsə olan bir şey soruşur bu şəkildə. Yəni biz də burada neçəsini danışdıq dedik. Təxmini 8 sualı eləmiş olduq, bu gün danışmış olduq. Qaldı nələr? Səfəvi dövləti, 19-cu əsr, AXC, nə bilim nə, ondan sonra qalan mövzular. Bunlar elə bir məncə biraz daha sürətli gedəcək. Çünki bunları niyə biraz daha incə üzərində durmaq istədim? Çünki bunlar çox uşaq neyləmisiniz? Ola bilər ki, buraxılışdan sonra son həftələrdə, son aylarda getmiş, sarıdan sonra oxumusunuz, Səfəvidən sonra oxumusunuz, hara yadınızdan çıxıb? 15-ci əsrdən hara çıxıb yadınızdan? Əvvəl neyləmiş ola bilərdi deyə qarışdırma ehtimalı ola bilərdi. Əvvəl biraz daha incə neylədik? Təkrarlamış olduq. Gəlib çatdıq hara? Deməli, uşaqlar, demək ki, tam bir həftə sonra artıq sakitçilik, rahatçılıq və gecəsiz buraxılış, blok imtahanı verməyə, canınızı tutarmağa. İndi məsəl üçün, burada deyək, imtahana qədərki müddətdə eləyəcək şeylər nədir? Bir, məsəl üçün, test işləmək, məsəl üçün, kitabı tez-tez hər gündə müxtəlif vaxtlarda açıb baxmaq, necə ki, story qoyanda baxır, kim baxıbdır, nə bilim, nəsə bir şey paylaşanda rəy yazan varmı, yoxmu, nə bilim, istəyəcəkdir. Eynən kitabı belə tez-tez açıb baxmaq lazımdır ki, nəsə bir şey öyrənək deyə. İkinci məqam odur ki, özünüz haqqında müsbət sözlər deyin son bir həftədə. Demək ki, özünüzü belə suçlamaq eləmək. Yəni, amma tam belə boş vermişlik, yola vermişlik eləməyə mənası yoxdur. Yadda saxlayın, nə TikTokda, nə Miktokda, heç arada kimsə açıb sizə qəbul edəcək sualı deməyəcək. Aydındır? Çünki heç kəs bilmir birbaşa. Sadəcə nədir? Sadəcə məsələn, ola bilər ki, sonra baxanda həqiqətən sizə bir dərs oxumağa meyləndirirsə, baxa bilərsiniz. Amma yox, yəni o siz yenə belə deyək, əyləndirmək mənasına oturub baxırsınızsa, bu sadəcə vaxt itkisidir. Niyə? Çünki bekarçılıqdan vaxta sürətli keçir. Gəldik digər bir məqama. Neyniyək məsələsinə. Yaxşı olar ki, dediyim şey, toplam 6 gün vaxt var imtahana. 6 gün ərzində, ilk növbəti qalan 3 gündə nəyi oxuyacaqdınız dediyiniz şeylər varsa, öyrənəcəm, yazıbsa, belə yapışdırıbsa, bax, bura bax, filan ki, bura bax deyirsiniz, imtinaqlarda səhv edirsiniz. Onlara baxmaq faydalıdır. Sonraki 3 gündə isə nə demək? Yəni, öyrəndiyiniz, amma məsəl üçün belə deyək də, qarışdıracağınız yerə. Çünki son günlərə doğru bilmədiyiniz yerləri oxuduqca başlayacaqsınız dərs oxuyan vaxt özünüzü bal hesablayan yerdə tapmağa. Ağızdan bu cümlələr keçəcək. Onsuz ki, buradan bir sual gələcək. Bunu gələcəksə yazmayacağam. Yazacağımsa belə. Sonra bir də baxıyorsunuz, bal hesablayırsınız. Bundan bu qədər yazsam. Yəni, çox adam belə eləyir. Yəni, məsələn, soruşsaq tək-tək vaxt girir, amma çox adam belə eləyir. Bunlar yaşanmasın deyə nə edəcəyik? Bu söhbətlər üzərindən keçəcəyik. Son vaxtlarda nə işləmək yaxşıdır? Dediyim şəkildə, model sualları, qrup atılan testləri, bir də hamısı bura mən baxım dediyiniz yerlər varsa, oralara baxın. Özünüz haqqında yaxşı sözlər deyin, özünüzü pisləməyin, amma ekran saatınızı da azaldın. Kim ki bu vaxtlarda son 6 gündə, yəni telefon saatı, sosial şəbəkədə 1 saatdan, 2 saatdan çoxdursa, mən o adamın ciddi hazırlaşdığına inanmıram, yəni sadəcə olaraq. Mənim baxışım budur. Oldu, özünüzə yaxşı baxırsınız, növbəti dərs görüşmək diləyilə hər şey təzə başlayır, salamat qalın, əlasınız. Sağ olun, mən. Sağ olun.